Qanturalı dedi, ata, mən bir qız istirəm. Yerimdən durmadan o dura. Məndən tez ata minə, məndən yaxşı qılınc vura. Qanlı qoca dedi, sən qız yox, bir yiğit istəyirsən. Dədə Qorqud, 6-cı boy, qanlı qoca oğlu, Qanturalı hikayəsindən bir qıssa parça eşitdik. Selamlar və saygılar siz dəyərli və əziz bizi eşidənlərə. Və mən üzrxahlığına biz yəni əlimiz dəydi, otaq biraz tez açıldı. Hörmətli Rəhim Ağbayraq bəlkə otaqlara gələrlər, amma mən daha çünki eşidəcəklər, biləxərə sonra qulaq asacaqlar. Salamlarımı sunuram bizim hörmətli və çox zəhmət çəkən mühəqqiqimiz, Sümerşinas və Azərbaycan əsli tarix araşdırmacısı Döktür Rəhim Ağbayraq cənablarına. O cür ki, bilirsiniz, bugün 22-ci oturumda bir mühüm mövzunun üzərində danışıq aparılacaq. Qadın qədim Azərbaycanda. Tayteldə də mülahizə buyurursunuz. Hər zamanki kimi də 2 saate yaxın otağımız olacaq və hörmətli Döktür Rəhim Ağbayraq cənabları 3 bəxşidə bizlərə bilgi verəcəklər. Amma bu oturumdakı mövzularımız nələr olacaq bugün? Birinci, qadına qədim, bugün İran adlanan coğrafiyasında nə cür baxış var idi? İkinci mövzumuz, qadının imajı Şahnamədə, yəni Simay-i Zən dər Şahnamə. Üçüncü mövzumuz, qadın qədim Azərbaycanda. Dördüncü mövzu, qadınlar Azərbaycanın mitoloji və hekayələrində. Beşinci və çox mühüm mövzumuz, 3 qadın üzərində haqqında danışılacaq. Tümrüz, Zeynəb Paşa və Səriyə xanımlarının haqqında bir danışıqlar gedəcək. Amma bugün tarix olaraq yekşənbə günü Şəhrivər ayının 4-cü 1303 illərində və avqust ayının 25-də 25-i 2024 ilində sizin xidmətinizdə olacağıq. Döktür Rəhim Ağbayraqlar da cənablar da təşrif gətirdilər. İlk əziz hörmətli Məhnaz xanımımızı eşidək. Zəhmət çəkdilər, otağı açdılar. Mən səylədim ki, biləxərə bir musiqi ilə ta hörmətli Rəhim bəy qatılanacan sizin xidmətinizdə olam. Məhnaz xanım, buyurun sizdən eşidək. Sonra dəqiqən elə vaxtında da bəlkə hörmətli Rəhim bəyi bu eşidək. Sonra da çox vaxtını almadan elə zamanında da biləxərə otağımızı bağlayaq. Buyurun Məhnaz xanım, sizin xidmətinizdəyik. Mən də salam ərz edirəm. Çox təşəkkür edirəm ki, Miya xanım, əziz ustadımıza və tamam əzizləri ki, otaqdadılar. Hamısına salam ərz edirəm. Siz Dədə Qorquddan bir tikə oxudunuz qadınlara nisbət. Mən də Nizamidən ki, Nuşabə adında bir xanımı ki, fərmandeh bir məntəqəymiş ad aparır və bunun İskəndər ilə savaşın zikr eləyir və sonunda da bu cür qurtarır ki, İskəndər vaxtı bunun zəkavətin və hökmranlığın ki, ədalətlə təəmmüd görür, deyir ki, zəni کوچنین کرد و اینها کند فرشته بر او آفرینها کند. Çox gözəl dastan Farsı dilində şeirdə yazıb Nizami və hakeza çoxlu gözəl bizim varlıqlarımız və bilgilərimiz Azərbaycanın qadınının caygahı qabaqçı dönəmlərdə. Çox sağ olasınız, çox təşəkkür edirəm, buyurasınız. Çox yaşayasınız. Mən hörmətli dostlara bir tilə də verim. Qəblinci əzizimiz Döktür Rəhim Ağbayraqları eşidək. Haray radiosu bilirsiniz, biləxərə bir siz nəfərdir ki, gönüllü olaraq aparır qabağa hörmətli Özgür bəy. O bu günlərdə üçün işləri daha başlanıbdı. Bəlkə canlıca bəzən bizim yanımızda ola, yəni çox zaman canlı Instadan aparırdılar, həm zaman Telegramdan aparırdılar. Ayrı dostlar əgər olsalar ki, zəhmət çəksələr, hətta Instagramdan yaya bilərlər bu səsləri ya Telegramdan, mən məmnun olaram. Amma o yenə radiodan zəbt olmuşunu, bəlkə qatılarlar və radiodan zəbt olmuşunu da yenə sunacaqlar. Elə haray Telegram kanalısından da siz eşidə bilərsiniz. İnşallah tezlikdə əzizlərimizdən
neçəsi bir zəhmət çəkiblər, podkastləri vücuda gətiriblər. Yəni bu günlərim o podkastımız hazırlanmış olsaydı mən linkini qoyacaqdım, amma gələn otaqlarımızdakı olacaqdı. Bundan sonra ay doktor Təğrizədə ilə otağımız olacaqdı, hörmətli doktor Yahya ilə otağımız olacaq. Mən səy eləyəcəyim həm doktor Rəhim bəyin, yəni oradakı üçün bir sürəti podkast orada düzəlinibdi. Burada qoyam ki, siz rahat-tər dəstrəsiz ola və çox rahat-tər də bir adam istəsə yollayasınız bu səsləri. Hamınızdan təşəkkür edirəm. 3 dəqiqə otağımızın zamanından keçibdi. Bəli, heyfidir ki, zamanı əldən verək. Betər ki, doktor Rəhman Bayrağı biz eşidək. Doktor bəy, buyurun, maik sizdə. Çox sağ olasınız. Salamlar. Hər vaxtınız xeyir olsun inşallah. Mən öncəliklə otaqda olan və sonra bu səsi Telegramda, o biri məcazi fəzalarda xanımlar iş eşidirlər onlara və sonra bəylərə salam deyirəm. İnşallah ki, bugünkü bəhsimizdə eləyə bilsin. Bir yığcam bir bəhsi olsun ki, sorular eləyə bilək buna istinad eləyib və o yolumuzu, məsirimizi eləyə bilək rahat tapa bilək. Müqəddəməsiz keçirəm bəhsə. Əgər dostlardan olar ki, diqqətli adamlardılar və Azərbaycanda gəziblər, dolanıblar, qədim evlərə baxıblar və qədim o taxta evlərin qapılarına diqqət eləyiblər. İki cürə bizim qap döyənimiz var idi. Yəni onları gərək çalıydınız. Biri bir uzun zuzənəgə formundadır, bir tayında olar qapının, biri bir həlqə şəklində olar. Bunların təbiidir ki, səsləri bir-biri ilə fərqlidir. Yəni bunları çalanda birinin gür səsi olur, birinin yassı səsi olur. Qədim zamanlar kişi gələrdi qapıya, bir məsələn özgə kişisidir, qapını çalırdı, o zuzənəgə qap döyəndən çalardı və o birisi əgər xanım olsaydı, o həlqəni çalardı. Bunu niyə bu işi görərdilər? Çünki bunların səsləri fərqlidir. Biri ki həyətdədir ya evdən çıxır. Əgər xanım olsa görsə ki, kişi qapını döyür, gərək barmağını salaydı dodağının yanından ağzını çəkəydi kənara ki, bunun səsi əyri çıxıydı. Məbada o kişi qapıda alısındadır, bunun səsini eşidib məsələn təhrik olaydı. Yəni biz bir belə durumdan ki, hesablayın məsələn bu Səfəvi dövründən var idi, Qacar dövründən var idi. İndi gəlmişik bir ortama çatmışıq ki, xanımlar çox rahatçılıqla eləyə bilirlər. Instagram peyjlərində, bilmirəm, məcazi kanallarda sözlərin desinlər, danışıqların desinlər, hünərlərini göstərsinlər. Amma bundan belə biz namütəqarin ya natəraz getmişik qabağa. Bizim bilirsiniz ki, xanımların bəzək vəsailləri, yəni vəsaili arayişləri demək olar dünyada hamıdan çox işlənən İran olubdu. Və zahiri formlar ki, indi burun əməlindən, bilmirəm, üz əməllərindən ki, bu işləri görsünlər, ta erkəklər bunları daha bəyənsinlər və qəbul eləsinlər, zahiri formlara yetişmək, bu qərbin bu məzahirin səri götürüb və o köklərinə fikir verməməkdir ki, onlar 400 ildir, 350 ildir qərbidə, batıda bir Fransalı, bir Almanlı xanımın əlindən də kitab düşmür. Məcamedə huzuru kəsilmir. Amma burada bizimki xanımlara bir intiqadi ki variddir. Çoxunluğu demirəm, azınlıqlar vardılar ki, kitab oxurlar, məqalə oxurlar, yazırlar, pozurlar. Amma çoxunluğu əslən həftədə deyəm ki, məsələn, qeyr az Instagram səhifələrində bunzul mətalib ya o sarı mətalibi ki, kökü bəllidir, onları zahiri surətdə oxuyub və özün basavad və alim bilən xanımlar, onlar əksəriyyətdədirlər təəssüflə. Və əgər bu günlərimə bizim bu bəhsimiz vardı, hədəf bəhs budur ki, xanımların öz keçizaqlarını bir xatırlayaq, öz güvənlərinə işarə eləyək və bunu çox rahatca deyim ki, əslən bu məfhum cinsiyyət, bu ki, bu erkəkdir ya dişidir, müənnəsdir ya müzəkkərdir, bu bir məfhum məsxərədir, bu cursuna deyim. Siz bir məsələn heyvana baxanda mövcudat dünya demirsiniz bu zərrafə erkəkdir ya dişidir, müənnəsdir ya müzəkkərdir, ya bu serçə ya bilmirəm gövərçin, ya bu lap narini məsələn mığmığa. Deyirsiniz bu mığmığadır, yəni mığmığanın əməli müşəxxəsdir. Zərrafənin ya bir ayının
əməli müşəxəsdir də biz buna cinsiyyət vermirik ayıya. Amma insana gələndə o qədər bu cinsiyyət zədəlik gedibdi qabağa ki, məsələn 400-500 il bundan qabaq birdən Qərbin özündə cələsə təşkil verdilər ki, görək bu xanım cüz bəşər deyə yox, məsələn guni insanıdan deyə yox. در حالی ki غیر از فیزیکی bir təfavüt داشت tamamilə مثلا toyuğla xoruzda da bu vardı. تمام bu فیزیک جزئیاتtan sonra ittifaqən برتریهای cismi xanımlar da daha yuxarıtərdir ki, buna da işarə eləyəcək. Və biz yetmişik bu mərhələyə ki, indi siz hesablayın hardan gəlmişik bura ki, bu qızın məsələn 3 dənə tükü görsənsin, eyvay bunu vən içinə salmasınlar, başını o yan bu yana çıppasınlar. Hələ biz bu sadə hüququn üstündə bəhs edirik. Bir ki bəşəriyyət buz dönəmindən sonra, yəni ilk çağlarda, o zaman ki çöllərdə yaşırdı, o zaman ki yemiş yığırdı, meyvələri cəmavarlıq elirdi, balıq tuturdu, ov, şikara gedirdi, o zaman ananın imperatorluğu idi. Yəni tarixə biz baxanda bu cürsünə görürük. Ana bütün nə mənə bunlar gəlirdi, bunların məsul bölməyi, təqsimi idi. Ondan belə şəməni işlər görürdü, yəni inanca, dinə mərbut olan işləri ana görürdü. Ondan belə də təbabət də elirdi. Yəni uzanlar ya yetişirdi, bunun qolu çıxıbdı, ya bunun yarası vardı. Hər nə məniyədə bunlara analar yetişirdilər. Amma o zaman ki gəldik yetişdik əkinçilik dövrəsinə, bu yetişdi atanın imperatorluğuna. Və hələ bu imperatorluq sürür. Düzdür, indi biz baxırıq görürük. Məsələn Amerikada Kamala Harris məsələn gəlibdi Donald Trumpla məsələn mübarizə edir, yəni rəqabət edir. Özü də qərədir, özü də məsələn atası da hindidir mən bildiyim. Yəni cinsiyyət orada o qədər həll olubdu ki, lap alitərin mənasibi ki hökumətdə vardı, onda rəqabət olunur. Amma bizim kimi cəvamilərdə hələ xanımların öz haqqlarına yetişməyə bir uzun yolumuz vardı ki, gərək bu mübarizə sürə və gedək. Bundan belə Xavərmiyanəyə baxanda ya Şərqə baxanda, xüsusən İslami camiələrə baxanda təkcə Azərbaycan eləmək olur ki, bir miqdar ayıraq, çünki burada bərabərlik var idi və hətta türk xanımlarda bir üstünlük var idi. Bundan belə baxanda tamam bu Xavərmiyanədə kişilik ya kişisel mərd saları üstün gəlir. Biz baxanda Yunanda görürük ki, xanımlar Bastan zamanından bu ünvanı bir dənə kala ki, alış-veriş olurdular. Haqqı irs yox idi bunlarda. Əslən siz baxın bunların təsaviri ki, güldanların üstündə vardılar, bilmirəm, küzələrin üstündə vardılar, ya mücəssəmələri ki vardılar. Xanımları libassız bu ünvanı bir dənə cinsi bir kala həmişə gözəlliyinə təkid olunub. در حالی ki, kişilərə baxanda əllərində qılınc, bilmirəm, böhləri, libasları at üstündə həmişə bir dənə dilavər və döyüşçü halətində bunu göstərirdi. Ya siz dinlərə baxanda, əslən bu camiələrin hamısına bərrəsə eləyəndə, Budada məsələn görürük ki, arvadı əslən qəbul eləmirlər budizmə. İlk dönəmlərdə arvadı qəbul eləmirlər və hətta deyirlər bizi şeytandan, nəfsdən və arvaddan hifz elə. Şüarları bu idi. Zərtuştlar görürük ki, inancları bu idi ki, əgər xanımı oğlan dünyaya gətirməsə, o körpü ki behiştə gedəcək, məsələn indi biz Sirat körpüsü deyək, ondan keçə bilməyəcəkdi. Yəhudiyyətdə Turət oxuyanməzdilər xanımlar. Haqqı ki gələlə şəhadət verələr, yoxları idi. Və bunlara bu ünvanı şərur bir zat ayələri ki, əlbəttə özü bilirsiniz Turatı Musanın yazdığı dəyərdə sonradan bu həxamənişidən sonra demək olar ki, bunlar yazılıblar. Orada ayələrdə şərur bir mövcud göstərirlər. Və Katolik İncilində xanımın, qızın dünyaya gəlməsi əslən bir dənə ziyandır, xəsarətdir. Əslən qramerinə biz baxanda görürük mən ki İngilisidə həm bu ünvanı bir dənə kişidir, həm bu ünvanı insandır. Amma woman olanda ki yəni vəsiləyə mən, vəsiləyə kişi bu ünvanı bir dənə əbzar istifadə olunur. در حالی ki siz baxırsınız türküdə vaxtı deyirik bir kişi, Dədə Qorqudda deyir bir kişi gəldi ya bir ər gəldi, orada mənzur insandır. Kişi həm xanıma həm ağaya işlənibdir, həm müənnəsə, həm müzəkkərə işlənilibdir. Əslən bizim xanım kəlməsi ki varımızdır, xanım kəlməsi
xan və mim pəsvənd milkiyyətdən gəlir. Mənim, yəni xan, biz necə deyirik canım ya qanım, yəni mənim qandır. Vaxtı xanım deyirik, yəni mənim böyüyümdür, mənim ərbabımdır, mənim ə, padşahımdır, bu cürsünə deyək. Və bu görsənir bizim qramerdə bərxəlafa ərəbidə ki, məsələn müənnəs ya müzəkkər var, ya həxamənişdə müənnəs, müzəkkər və xunsa vardı. Fransada ki, əslən iftizahdır Fransanın, hər kəs dilin bilir. Yəni orada livana da bilmirəm, cəmiyə də bilmirəm, xudqara da hər zada bir cinsiyyət veriblər. Bu müənnəs məsələn zəmairi ilə işlənəcəkdir, əf'alla işlənəcəkdir ya müzəkkər kişi ya xanım olacaq. İngilisidə, İspanyolda, İtaliyada, yəni bütün bu dillərin hamısında bu cinsiyyət vardı. Amma türküdə o cürsünə də nə zəmir, nə sifət, nə feil, nə ism. Hətta adlara biz baxanda, indi bizim bu fastoslarımız İlham xanım, İlham Əliyeva gülürlər. Huşları çatmır ki, İlham türküdə həm kişi, həm xanım, yəni həm erkək, həm dişi adı ola bilər və bu bir dənə təclildir, bu bir dənə üstünlükdür. Onu dərk eləyəmirlər. Fikir elə hər kəs xanım oldu, gərək adı da gərək zənanlı. Amma günəş olur olsun, məhbub olur olsun, iltifat, dəniz, mətin, bilmirəm Nüsrət. Biz burada görürük ki, bir dənə dənizi həm kişiyə, yəni müzəkkərə, həm müənnəsə işlədir. Yəni cinsiyyət yoxdur bizim əski zamanlara da gedəndə bu cinsiyyət yoxdur. Sonralar bu cinsiyyət ki, bir axırına yə izafə məsələn Rəhim, Rəhimə məsələn artırıblar və ərəbidən gəlibdir. Bu cinsiyyət verilibdir. Bizim türküdə be heç ünvan əf'alımızda, qramerimizdə cinsiyyət yoxdur və zəmairimizdə də o cürsünə dəyir. Amma onlarda hi və şi vardır. Yəni bu kişidir, bu xanımdır. Bu cinsiyyət vardır. Bu iki ə, otaqdan qabaq sual soruşmuşdular. Xanım kəlməsi hardan gəlir? Biz lap qədimi mənabə ki varımızı bilmirik hardan gəlibdir. Vəli bilirik ki, Xaqan və xandan gəlibdir. Hala bunu Soğdilara bağlılar, amma təbii tamamilə məvarid türküdəndir ki, Soğdiyə, Moğoliyə, Hindiyə və hətta Ərəbiyə varid olubdur. Təbəri cildi 2 səhifə 77-də deyir, əvvəlin xanım ki, əvvəlin arvad ki, xatun adlandı, Xaqanın xanımısı idi. Tarixi Bələmi lap qədimi tərin demək olar nümunələrlə mən bunları çıxartmışam. Səhifə 744-də. Bu deyir ki, Ənuşirəvan o zaman ki Xaqanın qızını istədi, onun 10 dana qızı var idi. Biri xatundan idi, kəsri o birisi xanımından. Burada göstərir ki, xatun odur ki, bunun əqdində idi. Yəni siğə dəyirdi. Əqdində olana xatun deyirdilər. Və biz baxırıq görürük Teymurun, məsələn Teymur xanın xanımısının adı elə xanım idi. Xanım deyirdilər buna. Səfəvi dövründəndir bu bəygim olubdu. Hətta biz baxanda görürük ki, bu Osmanlılarda əvvəl xatun idi. Səlcuqlar zamanından 1257 miladından məsələn Həlim xatun vardı orada. Gəlir ta 1505-əcən bu sürür. Onda birdən gəlir olur Validə Sultan, Xürrəm Sultan. Bunlar əvəz olurlar və o xatunun yerin sultan alır. Tam 1852-əcən bu şəkildə gedir. Ondan sonra qadın olur. Yəni xatın qadın, xatın qadın. Görürsüz, x qa təbdil olur. 1852-də məsələn Tirmujqan qadın olur. Sürür gəlir 1861-də xanım olur. Gilisto xanım ki, orada xanım kəlməsini biz görürük. Əlbəttə Şardin o cür ki, cildi 1 səhifə 453-də yazıbdı. Yazır ki, şahın xanımlarına xanım deyərdilər, sahib mənsəblərə xanım deyərdilər. Bəli, Qacar dövründə biz görürük ki, o qədər bu çoxalır və hər sahib mənsəbə deyirlər. Da indi ümumiyyət tapırıb bütün müənnəslərin hamısına xanım deyirlər. Əslində biz ondan qabaq nə mənə deyirdik? Ondan qabaq arvad deyirdik. Bu Sumerdə dam deyilirdi ki, indi ev deyilir. Məsələn, evə xəbər verdim. Ev məsələn noxuşlayıbdı. Evdən deyəndə mənzur sahibi damdır. Sumerdə həm dam, həm sal kəlməsi deyirdilər. Və qıza qı deyirdilər Sumerlər ki, z özünüz bilirsiniz üçün samithay nəhayət axır son samitlər, səssizlər düşüblər Sumerdə. Bu z da biz ünvan bir dənə qanun qoyanda qız olur ki, bu qızıl kəlməsindən əslində gəlir. Bu ünvanı bir dənə ərzişmən bir mövcud rişə oradan gəlir. Bu övrəti ərəbidən gəlmir در واقع.
arvad Uraqutdan gəlir ki, biz Qəzzaqıda görürük ki, peyvəndəhəndə nəsillərdir. Yəni uranmaqdan gəlir, ürədən gəlir, bir zadi vücuda gəlməkdən gəlir. Ürün indi məsələn mən desəm bərabər baş tapa bilərsiz. Və ərpad da deyiblər buna. Yəni arvad, ərpad da deyiblər. Mütənaqizə, yəni qərən necə mütənaqizə ağdır. Bu da ərin mütənaqizə ərpaddır. Pat ona در واقع nəqz eləyəndir. Onun müqabilində olandır. Bu kəlmələrin müqabilində təəssüflə farsça dilindəki biz İranda baxanda, onların qramerində də baxanda, ədəbiyyatında baxanda be şiddət arvada qarşıdır, zənsetizdir. Şiddətlə, tamamilə. Yəni biz əslən gərək bəhslər, fəsllər ayıraq ki, bunu təhlil eləyək. Çünki dərdi biz bilməsək, çox adam deyir, siz bunlar niyə deyirsiniz, tənəffür yaradırsınız, nə ayrımlıq salırsınız. Mən ittifaqən vəzifəm budur ki, bunu səthə gətirəm, dərdi səthə gətirəm. Dərd görsənməsə dərman olmaz. Mən o vaqiəti ki vardı, onu fəqət səthə gətirirəm. Ona görə gərək narahat olmayaq. Biz vaqiətləri gərək tarixdə qəbul eləyə bilək. Baxın, farsda məsələn deyir zəifə, xalı zənək, دوستی امام زنانه خاله گردن دراز دعویه مثلا خاله گردن دراز deyirlər. Bütün nə mənə mənfi sifətlər var. Mən bu demirəm ha. فرادستی و فرودستی در زبان خانم مریم پاکنهاد جبروت yazıb. Bir bu kitabı həttəmən oxusunlar dostlar ki, çox əlaqəməndirlər. Bir Əhməd Seyfin məqaləsini oxusunlar ki, orada deyir, əslən özləri deyirlər, bu farslar özləri deyirlər ki, be şiddət zənsetizdir. Və biz görürük ki, məsələn Sədidə deyir تو زن نو کن ای خواجه هر نوبهار که تقویم پارینه ناید به کار. Yəni əgər Sədini ki, belə böyüdürlər, müəllimə əxlaq bizə cilvə verirlər, onun sözünə qulaq assaq, deyir kişilərə ki, hər bayramda, hər baharda bir dənə gedin yeni bir xanım alın, təzəşdən təzyiqi fəraş eləyin, təzəşdən bir xanım alın. یا دیر زن خوب فرمانبر پارسا کند مرد درویش را پارسا. Xanım gərək sözə qulaq asan ola, söz eşidən ola ki, ta kişidə parsa ola. Bu da göstərir ki, fərmanbərdari ya xanıma baxmaq təsədi deyir ha bunu. Məsələn, baxın Bustanda deyim məşvərət با زنان təbah است. Arvadlarla danışmaq, fikirləşmək, həmfikir olmaq iştibahdır. Və səxavət ba mufsidan günah. Və pis adamlarla da bəxşiş eləmək, əlaçıqlıq eləmək bu da günahdır. Xanımlarla bəs məşvərət eləməyi bu təbah bilir. در حالی ki bütün Türkün bizim baxanda əmrlərinə, fərmanlarına hamısında görürük yazıb be əmri umara və xavatin. Yəni xatınların, qadınların və əmirlərin fərmanının əsərində biz bu təsmimi tutuq. Məşvərət olunub. Türkdə bu var. Ya Nasir Xusro nə mənə deyir? Deyir زنان چون ناقصان عقل و دینند چرا مردان ره آنان گزینند. Ya mənisi bu olur ki, üçün ehtimal verirəm ki, bunu o biri dostlarımız kimi fərzən Bakıda zətdə olurlar, eşidirlər. Bunları da məcbur oluram hərdən tərcümə edirəm. Bilirəm ki, dostlarımız bunların mənisini bilirlər. Deyir üçün qadınlar əqldən və dindən naqisdilər, kişilər niyə gərək onların yolunu gedərlər? Ya deyir به گفتار زنان هرگز مکن کار زنان را تا توانی مرده انگار. Arvadların sözü ilə bir iş görmə, onları ölü say. Belə deyir. Bunu Nasir Xusro deyir. Əslən biz gələk Sədin özünə gələk bir fəsl ayıraq ki, Sədə əslən gizlən qalıb deyir. O yavaşcana gizlənmişdi o dallarda. Biz Firdovs yazıq elə deyirik zənsetiz olmuş yerdən deyirik. Bu Sədi özü orada gizlənibdi və gərək bunu çıxardıq eşiyə və deyək ki, bu kim idi və nə qədər xəyanətlər olunubdur. Bər əsas bu işi biz bunun amuzələri ilə getmişik. Əslən bu zənsetizi arvada qarşı olmaq, arvaddan bu sui istemallar olmaq Həxamənişi dövrəninə gedir, Sasani dövrəninə gedir. O zaman ki, Bəni İsraildən bir quruş gəlirlər Həxamənişi. Müvəqqəti idilər, hala indi gətirirlər Aşur kaxların olan adına vururlar. Onlarla bizim bəhsimiz yoxdur. Amma bir kitab mərifə edirəm. Yine bunu pantürklər yazmayıblar. Bunu Azərbaycanlı yazmayıbdır. Rəhmətli doktor Rza Muradi Qiyasabadi, bastanşünas, tarixçi, böyük tarixçi və bunun insafı çox-çox yuxarı idi nisbət o faslara görə. Zənsetizi və bəhrəkişi az zənən در ایران هخامنشی və Sasani. Bu kitabı da alıb oxusaz, orada görəsiniz ki,
و حتی bir dənə ayrı bir kitab vardı, Hezarهای Qomşədə Pərviz Rəcəbi. Orada məsələn gətirirlər o dönəmi bunların öz sözlərindən araşdırırlar və deyirlər ki, bunlar nə qədər xanıma qarşı idilər. Məsələn, Kuruş ki, hala deyək bu Kuruş bir fərmandeh idi, ya padşah idi, hər kəs idi. Bu ki, Babildə bunlardan bir əsəri qalıbdı, nəbunə, məsələn, Sanamələrində biz görürük ki, cinsi bərdədarlıq edirdilər Kuruş dövrəsində. Ya əslən Kuruşun o iki Yunanlılar yazıblar da. Çünki Quran əgər tarixində baxanda siz gedin. Onlar ki, gedirlər Şiraza əks salırlar, Persepolisə gedirlər, Təxti Cəmşidə belə istilah gedirlər, ora kef eləyirlər ki, bətər bir yerə getmişik və böyük iş görmüşük. Onlar gərək utanarlar, o getdiklərindən gərək utanarlar. Orada o belə kişi vardı, o belə kişilər çəkiliblər. Bir dənə qadın, bir dənə xatın əhsi yoxdur. Bir dənə təsviri orada nəqşə çəkilməyib. Düzdür Aşurlarınkidir. Düzdür şayad Aşurların o qrupundandır ki, Bəni İsrailə bağlı idilər. Amma hər halda orada xanım təsviri yoxdur. Yəni mənə mühüm deyil ki, Yunanlıların əfsanələri, nəqlləri ki, öz inanclarına görə bunlar yazıblar da, oranın bavərləridir, nə buranın. Və o nəqlləri gərək qoyaq zibil qabına. Ata xanımsın, deyək gəlin burada bu yekəlikdə demisiniz bura farsların idi, həxamənişlərin, Darüşün idi. Burada hani və şahın yanında, mülazimlərin yanında mələkələr hardadılar? Xanımlar əslən xidmətkar da deyirlər ki, əslən çəkilməyibdi və bu göstərir ki, nə qədər qarşı baxırdılar xanıma, əslən insaniyyət cinsindən ayrı tuturdular. Əslən Yunani nəqllərə gəlin bu gün baxaq. O zaman ki Kuruş gedir Mat şahının məsələn ametisi tutur, öz xalasını tutur, nəqllərində belə gəlibdir da. Hələ mən bunları soruşurlar, məgər sizin bunlara etiqadınız var, məgər Kuruşa etiqadınız var, tümrüsü deyirsiniz. Biz deyirik, hələ biz fərz tuturuq ki, bunlar səhhətləri var və biz nəqz eləmirik bunları hələlikdə. Biz gəlin elə bunların öz içərisində bu tənaquzları hələ deyək, ta gəlib biz bunları rədd eləyincə işimiz uzuna çəkər. Bunların hələ bu özündə bir tənaquzlar vardılar. Məsələn, Ametisi tutur öz xalasını Kuruş və bunun uşaqlarını təhdid edir, işgəncə eləyəcəm, öldürəcəm. Ta bu Ametisin əri, xalasının əri təslim olur və onu tutur öldürür. Sonra Ametislə evlənir, yəni ona təsahüb edir, zorla təsahüb edir. Hala uşaqlarında nə ittifaqlar tutur, nə cür bacılar qardaşlarıyla izdivac edir, bunu öldürür, o birisi qardaşına gedir və belə bir oyunlar bunlara heç işarə olunmur. Ya gözdən keçirdirlər, yavaşca gözlərini yumurlar. Ya tövcih eləyirlər ki, xub təbiidir, bütün məsələn dinlərdə var idilər ki, qan məsələn dağılmasın, eşiyə çıxmasın. Amma dediyim kimi mən bunlara etiqadım yoxdur ha. Birdən məsələn Kuruşun xanımısın Kasandan yazırlar fərzən. Kasandanı gəlib bərrəs eləyəndə mən görürəm ki, İspaniyada, İtaliyada, Portuqalda Kasanyanı məsələn Kax. Bir dənə dan farsını qoyublar onun dalısına, bir dənə kəlmə ki, Avropayi bir kəlmədir. Yəni bir fikri Avropayi ilə də demişəm həmişə bunlar yaranıblar. Pəs bunların bir tərəfdə tutaq. Gəlin bir tərəfdə də biz Şahnaməni nəzərdə tutaq. Bu Şahnamənin özü cəlbdir. Çox məsələn bunu çalışırlar ki, əsəri, faxiri, ədəbi, peyvəndəhəndi milli İraniyan o belə bir zatlar cürrəsinlər. Hər xanım ki, hər qadın ki, mənim bu səsimi eşidir, bundan belə gedəndə o Firdevsunun bargahına məsələn o gedəndə o Kəbəyi ki cürrüyüblər, orada ora pərəstiş olunsun, onu ziyarət tavaf yerinə 2 dənə yerdən daş götürsünə, o rəmy cəmmərat aslında şeytan kimin ora niyə? Gəlin mən sizə bu şeirləri deyin görün, o daş ora atmalı deyə yox. Deyir ki, zən و əjdaha hər du در خاک به cahan pak az in hər du napak be. Yəni əjdahanla arvadı torpaqda quyulamaq yaxşıdır ki, bu iki pislikdən yer üzü təmizlənsin. Teodor Nol ki xavərşünasdır bu. Bu deyir ki, baba bunlar elhaqızat deyirlər. Bu kitab Həmasə Milli İraniyandır və deyir ki, arvad Firdevsunun şeirlərində o Şahnamə ki ha bu el bir ortaylıdır. Gəlir Şahnamə deyir. Kaş onu bir nəfər bir oyalda deyəsən tarixə xəyanət eləsən hocam. Sən ki gəlirsən Şahnamə gətirirlər bu İsfahanda, Şirazda yedirdirlər, bilə dolandırırlar, xoşun gəlir. Şahnamədə bunlar vardılar ha. Bu Teodor Nolke qəşəng deyir ki, o zaman xanım Şahnamədə gözə gəlir, görsənir, zahir olur ki, həvəs vardı. Ondan sonra
Yəni lap o qəşəng şairanə hər kəs gəlsə bunlara bəhs eləyə bilirlər, biləsən, münazirə eləyə bilirlər. Zal Rudabədə, Rudabə bir dənə şeytan sifət bir xanım təbdil olur. Bijan və Mənicədə. Məsələn biz deyirik bəli, onlar deyirlər ki, ayə məsələn Ağbayraq və Şahnamədə məsələn Bijan və Mənicə də var. Bəniyə bunlar demisiniz, bəli, Bijan və Mənicə də var. Amma dediyim kimi həvəsdir burada. Özdə həmişə xəyanət var burada. Lap o oc eşqlərində məsələn Bijan deyir ki, razları gah arvadlara deməyəsən. Bu şeirin içində bu vardı da. Ya məsələn Mənicə Bijanı bihuş eləyir, Turaniyanın məsələn sarayına götürür daşıyır. Bunların vəfadarlıqları yoxdur eşqlərində. Bunların sevgiləri yoxdur. O iki məsələn Dədə Qorqudda vardı yetişəcəyinə. Bunlarda Şahnamədə belə bir şeylər yoxdular və hamısında tamam olar ki vardı. Bir mən bunları deyə bilərəm ki, Keykavusu Sodabə, ola Zalı Rudabə, ola bunların hamısında fəqət də şeir deyəndə bunların zahiri gözəlliğinə, indi demədik burun əməlindən, qaş əməlindən, bilmirəm, saç rəngindən, bunlara çox zahiri baxırlar. Təəssüflə qadınların çoxu. Orada da behişti ruy, arasته چون باغ بهار آرایش روزگار پری چهره bilmirəm nasufte gövhər mah didar belə kəlmələrlə xanım, yəni əxlaqi kamallarına, zəkasına, fikrinə, beyninin içinə fikir vermir, eşiyə fikir verir fəqət. O biri şeirlərindən mən neçə dənə ad aparıram, çünki bunları ayrı zamanlar fürsət olmur. Bu bəhsə lap yaraşır və yeridir ki, burada deyilə. Deyir زبوی زنان موی گردد سپید سپیدی کند در جهان ناامید جوان را شود گوژ بالای راست ز کار زنان چند گونه بلاست. Yəni saç xanımların qoxusundan, iyisindən saç ağarar və insan namid olar dünyada və cavanların çiyninə də bu əyriliq gələr, yəni insanı qocaldar. دل زن همان دیو را هست جای ز گفتار باشند جوینده رای. Deyir qadınların, xanımların ürəyində devlərin yeri vardı, yer tutublar orada. Baxın bunları deyirlər ki, bu yox, özü demir ki, Firdevs, bunu Rüstəm deyir, ya burasını İsfəndiyar deyir, ya burada Moğbəd Sasani deyir. Fərq eləməz. Məgər Rüstəm qəhrəmanı Şahnamə deyir, İsfəndiyar qəhrəmanlarından deyir və bunların içərisində deyəcəkdir də Şahnamədə öz fəndiyat, əxlaqiyyatını deməyəcək ki, Firdevsi. Deyir چه آموزم در شبستان شاه به دانش زنان کی نمایند راه. Yəni xanımlar danışla yol göstərə bilməzlər. O birisində deyir ki, گر لب بدوزی ز بهر گزند زنان را زبان هم نماند به بند. Yəni öz dilimiz xanımların ağzında ləpə islanmaz və çinin dad پاسخ که دختر مباد که از پرده عیب آورد بر نژاد. Yəni bizim soyumuza, nicadımıza bir qız dünyaya gəlsə, bizim soyumuz ləkədar olar, eyb olar bizim nəslimizə, nicadımıza. که پیش زنان راز هرگز مگوی چو گویی سخن باز یابی بپوی. Xanımların yanında söz demə desən hər yerə bu dağılacaq. زنان را ستایی hələ onlar qəşənglər. زنان را ستایی سگان را ستای ki یک zən به از صد زن پارسای. Bütün bu xanımlar ki bu sözümü, səsimi eşidirlər, onlardan mən üzr istəyirəm. Bunlar gərək deyilələr və ayıq olarlar, dururlar, gedirlər orada Firdevsin qəbrində əks salırlar, Firdevsi qoyurlar həfsin sufralarını, bayram sufralarını. Bunlar gərək bilələr, bunlar gərək ayılalar, bilələr bu nə mənə kitabdır qoyurlar öz qarşılarına. Deyir xanımları əgər məsələn tövsif eləsən, onlara bir şeiri deyirsən, elə bir itləri, çox üzr istəyirəm, itləri elə bir e, söyürsən, sevirsən, əslisini buzursan deyəcək, sevirsən ki bir it 100 məsələn parsa bir xanımdan, düşüncəli bir xanımdan yuxarıdır. ذکار زن آید همه کاستی چون این داستان سر به سر بشنوی بد آید تو را گر به زن نگروی. Ki burada da təvsif edir ki, xanımlara tərəf gərək getməyəsən, yaxınlaşmayasan. کسی کو بود مهتر انجمن کفن بهتر او را ز فرمان زن سیاوش ز گفتار زن شد به باد خجسته زنی کو ز مادر نژاد. Deyir əgər bir yaxçılıq istəsən bir cəmin içində, kəfən yaxçıdır ki, kəfənə bürgələnəsən ta bir arvadın fərmanına qulaq asasan. Və əgər Siyavuş heçə getdi, buna görədir ki, bir anadan, bir xanımdan
indiyəcən bir xanımi dünyaya, yaxşı bir xanım dünyaya gəlmədi. چو فرزند شایسته آمد پدید ز مهر زنان دل بباید برید. Yəni arvad o zamanacan ki bir uşaq verir yaxçıdır. O uşağı verəndən sonra da arvadı ki atasan çölə. O fəqət tövlid nəslə deyir yaxçıdır. بکاری مکن نیز فرمان زن که هرگز نبینی زنی رایزن. Burada da deyir xanımların rəylərinə, sözlərinə, fikirlərinə görə qulaq asmayasan. Kira az pəs pərdə دختər بود əgər taz darad bədəxtər بود. Deyir bir kişinin, bir atanın ki qız uşağı vardı. Əgər tacı da olsa, şah da olsa, onun taleyi qərədir. Yəni belə bir çirkin baxışlar vardılar Firdevsdə. Bir iki dənə də deyəcəyəm bunları üçün dediyim kimi indi yeri düşüb ondan sonra ara verək. تو آن را جز از باد و باران مدان گزاف زنان بود و رأی بدان. Yəni deyir ki, o elə yağış kimin, qar kimin, bir arvadların rəyi kimin pis idi. از افکندن شیر شیر است مرد همان جستن رزم و دشت نبرد. زنان را از آن نام ناید بلند که پیوسته در خورند و خفتنند. Xanımların deyir işi yemaqdır, içmaqdır, yuxlamaqdır. Ona görə uca adları olmaz, amma kişilər gedərlər, çalışarlar, şer kimin savaşarlar. Belə bir baxışı vardı xanımlara görə. دیر دل زن همان دیو را هست جای ز گفتار باشند جوینده رای. Ürəyində devlərin yeridir arvadların. Deyir bədəxtər kəsandan ki دخترش نیست چو دختر بود روشنخترش نیست. Yəni o idi ki, yaxşı bir taleyi var. O idi ki, qızı yoxdur. Hər kəsin ki, qızı yoxdur, onun taleyi yaxşıdır və səadəti vardır. Mən bunları fəqət deməkdən buna görə idi ki, bizim ədəbiyyatımız Sədidən, Nasir Xüsrowdan, Şahnamədən, əslən fars ədəbiyyatı ki, bizi onunla yetişdiriblər mədrəsədə, danışqahda və bütün televizyonda bunlar da vardılar. Bunları da bir əldə tutaq və indi bir ara verək, gələk görək Azərbaycanda nə cür idi? Azərbaycanda bizim ədəbiyyatımızda, məsələlərimizdə, bəyatlarımızda xanıma nə cür baxırdılar? Əgər söz, söhbət olsa eşidin və bu bəhsə idamə verək. Çox sağ olasınız Sayın Ustad. Bir chatrumu da oxuduq. Əvvələn çox təşəkkür edirəm əziz yazarlardan ki, orada yazıblar. Çox sağ olsunlar. Çox teydatlı şeirlər və sözlər sizin sözlərinizin və önərilərinizin təyidində yazıblar. Bir dənə sual mətrəh olunubdur ki, əlbəttə şayad bu qismətdə ona cavab verməsəz də olar, vəlicənə özünüzə qalıbdır. Deyirlər ki, əgər biz indi bu dönəmə baxsaq, hal-hazırda görürük ki, farsların qadınları bizim qadınlarımızdan daha qabaqda gedirlər, məxsusən siyasi və ictimai məsələlərdə. Və nə cür ola bilər ki, biz bu geriyə qalmağımızı cübran eləyək? Bu cür bir sualımız var idi. Vəli digər sözlərin hamısı gözəl şeirlərlə, yazılarla siz burada buyurduqca əziz dostlarımız da orada şahid gətirmişdilər. Çox təşəkkür edirəm öz növbəmdə. Ustad buyurun. Mən bundan çox qarşıyam ki, xanımlar siyasi və ictimai fəzalarda farslar bizlərdən öndə gedirlər. Baxın, əgər biz o qolşifti Fərahanini, bilmirəm, o Ferfer xanım vardı, Məsih Əli Necad ya bu cür bir nümunələri ya Pəhləvinin xanımın öndə gedən görsək, mən onları həmin elə zahiri bir liderlər ünvanında görürəm ki, içləri təəssüflə boşdur çoxtər. Bizdə yoxdur, bəli, bizdə də bu zəif vardı, amma onlarda da elə bizdən çox daha zahiri və əxlaqın pozulmağı da onlarda daha bizdən çox görsənir və bunun qarşısını almağa elə hər kəs ki bu səsi eşidir, lazımdır ki, bunu 4 dənə öz ailəsində olan xanıma göndərsin, xanımlar ki bunu eşidirlər, bunu paylaşarlar. Qədimdən deyərlər bir çiçəklə bahar olmaz, amma mən həmişə deyərəm bir çiçəklə bahar başlar. Neçə illər bundan qabaq bir xanım şayad məsələn biz uşaq idik da, biri məsələn manto giysəydi, o zamanın mantosu nə mən olardı?
Apple çiyinlər idilər, elə bir Rüstəmin məsələn qızı idi, pəhləvan. Yer üzündən sürünür, gedirdi. Bir uzun bir dənə elə bir təlis idi giymişlər. Ondan belə onu camiə təhammül eləyə bilmirdi. Vəqti indi fəza açılıbdı, xanım eləyə bilir ki, Instagramda bir mətləbi qoysun, paylaşsın, fikrini paylaşsın. Bunun yerinə getsin 4 dənə kitab oxusun, 4 nəfərlə danışsın, bir muhtəvayı tولید eləsin, bir pətunu çəksin başına, bir kifir sözlər danışsın ki, o cərcəvan da ki, onlar da daha səbüksər gəlsinlər onun altında, ona bir sözlər yazsınlar, o onlara bir cavab versin. Mən bunları yazmışdım, bizim Amerikadan bir aydın ziyalı bir xanımımız vardı, adını deməyim, çox da ehtiram qailəm biləsinə. O yazmışdı ki, yox, haqqıları var, azadlıqla qoy yazsınlar, onlar desinlər. Yox, mən fikirləmirəm ki, bir nəfər otura bir gəmidə bir yeri dələ, biz deyək ki, onun haqqı var öz yerində dəlsin. Bu gəmi batsa biz hamımız batacaq. Bu əxlaqiyyat, bu necabət ki, illər boyu bu ehtiram ki, xanımlara görə izzət ki vardı, illər boyu qoruna-qoruna gəlib dünyaya yetişibdi. Neçə nəfər bunu lazım deyər ki, icazə verək bu rahatçılıqda olsun. Hər kəs azaddır. Amma o zaman ki, o birisinə zərər vura bilməsin. Bu yəni bu bütün dünyada azadçılığın qaydası budur. Bunun üçün dediyim kimi bu işi kabab əksi qoyaq. Bu işi bilmirəm rəqs əksimizi filmimizi qoyaq ki, o da hələ rəqsdə bir zad ola, bir gözəllik ola, bir xəllaqiyyət ola yox ha. Bunlar elə çip bir zatları olalar. Mən buna qarşıyam və bunun müqabilində lazımdır ki, elə düşsünlər xanımlar qabağa, hər biri bir ictimai fəaliyyətdə çalışsınlar ki, oxusunlar. Oxumaq hər zatdan önəmlidir, qabaqdır. Bu ki internetdə bir zət oxuyaq, bu heç zət bizə verməyəcək. Bunlar mənbəsiz, çox köksüz sözlərdirlər ki, heç rişələri, bunyanları yoxdur. Amma kitab, o cürsünə də kitab bir sənətdir, lazımdır ki, kitab və bu cür məsələn səslər, voicelar olsa, bunları bir-birimizlə paylaşaq. Əgər sualı yoxdur, başlayım ikinci bölümə. Sürətlə gedim ki, yetirə bilim, çünki bəhs çoxdur. Bəli, buyurasınız lütfən ustad. Mən çox üzr Tamam. istəyirəm ustad. Mən ilk Buyurun. Arif bəy bəlkə söhbət başlanmadan, bəlkə elə bu mehverdə söhbətlər vardı. Üzr istəyirəm xanım mühəndis. Mən gəldim. Arif bəy bəlkə ay götür eşidək. Çün fikrim elə bu mənzərdə istəyirdi danışıq. Çün ikinci bəhs fərqli olacaq. Ona görə istəmirəm köhnələ. Əgər icazə versəz Arif bəy işlək. Buyurun Arif xanım. bəy buyurun. Salamlar, vaxtınız xeyir olsun. Təşəkkür edirəm əziz yoldaşlardan aşağı, yuxarı və cənab Ustad Ağbayraqdan. Mən o soru üçün gəldim üstə, çünki bəhsə mərbutudur. Biri bu ki, elə bu son şeirlər ki oxudunuz, cənab Ağbayraq, Zən o əjdaha, hər dödər xaç beh, ya zənan rasetayı. Bu, mən bunları eləmişəm, oxumuşam, görmüşəm, eşitmişəm, mətrəh də eləmişəm bəzi yerdə ki, bu nə məsələdir? Gahən bunlar deyiblər, bunlar ilhaqatdır ki, sonra olubdur. İstədim sizdən soruşam ki, bu əsli nüsxələrdə bunlar vardı ya yox, bir bunu soruşam. Bir də burada bir incə bir məsələ var. O da bu ki, Firdovsu o nağıllar ki yazıb orada, bu sözləri ki qadınlara barəsində deyilir. Bu Firdovsunun öz nəzəridir o nağılın içində, çünki mən oxumamışam. Ya məsələn karakterlərin birinin dilicən, müvəccəh karakterlərin birinin dilicən deyir bu sözləri. Elə bil məsələn biz bir dənə filmidə bir nəfər bir qovma, bir millətə yaman deyir. Müntəha o karakterin, o filmidəki karakterin sözüdür o yazanın sözü deyil. Bir bunu soruşurdum, bu iki məsələ oldu. Bir də mən hala önərim budur ki, bu Şahnaməyə çox gərəksəd eləyək. Bunda çox bağlar var, məsail var. Hətta birdən həttəmən cərəyandasınız. Deyirlər ki, bu bir dənə kopudur hindilərin Bahamara adında mən bilən adından, şahnamələrindən ki, eyni onun zadlarıdır və ayrı bir yerlərdən də bunu misal vururlar ki, bu eyni onun kopsudur. Özü bir şey yaratmayıb bir də olsa. Hər halda bunu mən onların ustadlarının birindən soruşdum, danmadı da. Dedi ki, hə, iki milləti Hind o İran ki bir-birinə yaxınıdılar.
şeydir, nə deyərlər, bu hətmən biləxərə bunların əfkarı da, nağılları da, usturələri də bir-birinə oxşuyub. Bu neçə dənə məsələ oldu, mən xahiş edirəm məcalınız olsa cavab verəsiniz. Bir də o ki deyirəm biz bunun bu Şahnamə mövzusunda çox danışmalıyıq nə. O coğrafiyayı ki Şahnamədə İrandan tərsim olur, nəzərə gəlir ki, heç indiki biz olduğumuz İrana elə bətər mərbut deyil, elə bu Əfqanistanda bir məhdud bir nahiyədir. Bunların üstündə əgər məcalınız olsa bir izah gətirsəz təşəkkür elərəm. Mən icazənizlə düşürəm aşağıya dinləyəm. Sağ olun Kimya xanım, Məhnaz xanım, cənab Ağbayraq və əziz dostlar. Ay doktor, buyurun. Sizi eşidək. Bu işi əsl Şahnamə hardan gəlibdi, hardan təqlid olubdu? Buna bilirsiniz dərya kimindir da. Zaman istəyir ki, bunları gedəsiz tutuşdurasınız. Mən də bəli, siz buyuran mövzuda eşitmişəm, amma zamanım olmayıb təhqiq eləyəm. Amma bu işi elhaqıdır, bu taza bir gülməli bir sözdür. Və ədəbiyyat farsda vücuda gəlib. Çün bunun çoxlu nüsxələri vardı. Qədimi nüsxələri vardı. Lakin lap qədimilər Moskva məsələn nüsxəsində bunların hamısı vardılar. Yəni elhaq odur ki, sonrakı nüsxələrdə bu görsənə bunların bu zənsitizanə xanıma qarşı olan beytlərin hamısı, hətta mən bir linki də qoymuşdum ki, lap əvvəl nüsxəni bu internetdə tapa bilərdiniz. Onun üzü ilə dana bilməzlər. Bir də bu elhaqi, yəni nə mənə, yəni məsələn 500 beyt var idi. Sonra bir nüsxədə görürük ki, bu olubdu. Sonralar 5000 beyt. Axı nə cür ola bilər? Bu 50 min beytəcən gəlir çıxır və bu ola bilməz ki, biz indi deyək Dədə Qorqud məsələn 12 bölümdür, 12 fəslidir. Birdən olubdu məsələn 1200 fəsli. Bu gülməli bəhslərin biridir ki, hər beyt qoyursunuz. Yəni ilhaq olmaq budur ki, qədim nüsxələrdə olmaya. Vaxtı bunun ilk nüsxələrində bunları biz görürük, bəs bunlar ilhaq ola bilməzlər. Mən deyirəm ki, bəli, bəzi nüsxələrdə bunlar yoxdurlar və onu biz məsələn Ay Xaliqə məsələn istinad edir ki, deyir ki, bunlar ilhaqdırlar ki, ondan muvafiq deyirəm. در مورد bu işe bunları aya Firdevsi özü deyir, yox, bütün yazıçılar, şairlər və əfsanə yazanlar öz pəndlərin, əxlaqiyyatların və məsələlərin gətirirlər karakterin sözlərinin içərisində deyərlər. Bir dənə Homer məsələn bizdə deyir, gətirir karakterlərin dilizən deyir. Bir də burada dediyim kimi məsələn Rüstəm deyir. Da Rüstəm oranın qəhrəmanıdır. Bu onun baxışıdır və əndişəsidir. Nəinki mənfi bir karakter deyə. Bəziləri də vardılar mənfi karakter deyirlər, amma bu beytləri ki oxudum, bunları yox. Bəlkə ayrı bir mətalib vardılar ki, onları mən bunlardan ayırdım. Amma qeyd edək, əgər məvarid bastana, baxın Azərbaycanda o zamanacan ki, bəşər tapılıb dəsən görsənibdi, bu xanımın nəqşi görsənir. Ağay Rızalı və Kazımi, ki fikirəm Ağay Rızalı da Allahın rəhmətinə gedib, bir kitab yazıblar Sənganigarhay Meşkinşəhr və Qərəda. Bunun səhifə 61-də biz görürük ki, bu daşların üstündə ətəhli bir karakterlər vardılar, şəxsiyyətlər var, adamlar var. Görsədir ki, o kişiləri çəkəndə bu xanımlar da yaddan çıxmayıblar, təfkiki cinsiyyət olmayıbdı bu işi, bu cins məsələn quni bəşərdən də dedik də o birisi mövcudat hamısı məsələn pişiyə deyəndə pişikdir, demərik bu erkəkliyə dişidir. Amma insana yetişəndə buna bir ad qoymuşuq və gətiririk burada ayırırıq ki, əslən bu quni bəşərdən ya bəşərdən də gülməli olubdu bu. Cami Həsənlu demək olar bizim ilk nümunələrdəndirlər. Yəni onun üstündə bir rivayəti vardı ki, onda nə Şahnamənin nəqli vardı bunun üstündə. Onun üstündə görürük ki, bir ilahi durubdu, libasların açıbdı, şerin üstündə, getinin üstündə dayanıbdı. Bu haman eşq tanrısıdır üçün o nümunənin bənzəri də Sümerlərdə eyni o şəkildə var. Bunda Sümerlərdə bu şerin üstündə dayanıbdı. Ya əşyada biz görürük Cami Həsənluda ki, bir ilahədir, bir xanımdır, oturub şerin üstündə əlində bir ayna tutubdu. Ki bu ayna tutmaqda ki, gəlin gedəndə öz gözəlliğini görmək üçün bu ayna tutardılar bunun qabağına, gəlin aparanda və gözəlliğin simgəsidir. Və bu ki, bunlar hardan bilir xanımdırlar, Cami Həsənlunu bir seri bir bərrəsə eləsəz, əkslərinə baxsaz, o kişilər baxsaz səqqəlləri var, saçları da uzundur. Çünki türklər elə bu əxir illərəcən Çinin şimalından tutun ta Bulqaristanacan saçlarını açıq qoyardılar və uzaldardılar. Əslən saçlarını vurmazdılar.
və xanımlar saçlarını hörərdilər. Həm hörərdilər və həm bağlardılar, yəni yığardılar. Orada da üç xanım vardı bu Həsənli camının üstündə ki, biri qırğının üstündədir, biri camın üstündədir, biri e, qoçun üstündə dayanıbdır. Hər üçü ilahədirlər. O qartalın üstündə də qahən götürürlər, başlı qartaldır, yox. Diqqətinə baxsalar o bir karakterdir. Bir dənə xanımdır ki, oturub onun çiynində və uruc eləyir, üstə tərəf gedir. Əşyada da hətta, yəni adlı zindəcanlıq təsvir olubdur. Əşyada da bir ana uşağın verir ki, bir kahinə, kahin onu tətin eləsin, yağlasın öz dilimiz. Orada da bir xanıma baxsa saçları bağlıdır. Pəs bizim bu nümunəmizdə də Cami Həsənluda xanım nəqşi görsənir. Sumerləri əgər Pro-Türk adlandırsaq ki, biz bunun üstündə çox söhbətlər eləmişik, orada da vaxtı görürük ki, yel tanrısı vardı. Ənyel deyirlər ki, lap əvvəl Ənyel idi, sonra Ənlil olubdu, Ənlil yazıblar. Tazaşdan Ebridə bu il olubdu, Ənil olubdu. Be mعنی خدای طوفان‌ها. Onun xanımısı Nin yeldi, nənə yeldi, yəni در واقع. Nin Qursaq vardı, Nazı ya həmin Nanşə varımızdı, Qula var, Şauşqa vardı. Bütün an nənə vardı. Yəni Sumerdə bu nənələr hamısı ki, Nin şəklində yazılırlar, təkid axırında gərək biz istinbat eləyək. Ən nin məsələn yazıblar, yəni ən nənə. Ki biz bunları görürük, bunlar hamısı var idilər. Ay tanrısı var idi, onun qızı var idi. Aya adında ki, biz onu götürmüşük üçün o günəşlə o izdivac eləyibdi. Gəlin Ərdəbilə. Ərdəbildə bir dənə cam var Muzədə ki, baxsaz məfrəqdəndir, çox qədimdir, şاید məsələn 3500 il bundan qabağın məfrəği ola. Onun üstündə bir qadındır, libaslarından qəşəng yapışıb, ətəyindən yapışıb, uzun bir gözəl ətəyi vardı. Lozu formlar var bunun ətəyin üstündə. Və inanılmaz budur ki, eyni onun tayı Türkmənistanda da çıxıbdı, İlamda da çıxıbdı. Yəni bir dənə cami ki, eyni həmdir, üç yerdən, üç dövrədən biri məsələn gümüşdəndir, o birisilər məfrəqdəndirlər. Bu göstərir ki, eyni həman libas, eyni həman ilahə bir fərhəngi bir oturum var idi bu məntəqədə və onun əsası ilə gedirdilər qabağa. Bu da gözəl nümunələrdəndir ki, xalxaldan çıxıbdır və Ərdəbil Müzəsindədir. Və biz gələndə məsələn Həsənlinin bürüşlərinə baxanda bir dənə bürüş vardı, ilahədir, kamilən onun deyəcən vurmamışlar. Mən bu günlərimə əksi ki, Telegramda qoydum, baxsaz balaca bir avizdir. Yəni onu da mən əksini gətdim. Ya Türəng təpədə mücəssəməyi tapılıbdı ki, əlləri salimdir. Mən hətta axır postu ki, Instagramda qoymuşam, siz baxsaz bir mücəssəmi kəşf olubdu. Əlbəttə bir dənə deyil, neçə dənədirlər ki, mən onlardan 2 dənəsinin əksini qoydum. Artıq istəsəz gərək gedəsiz Azhay Həsənlinin kitabını gərək oxuyasınız. Orada bunların təsvirləri və müşəxəssatları var. Bunlar burnunuzdan ya filin acındandırlar çox tər. Və orada biz görürük ki, xanımlar nə gözəllikdə qaşları ilə, kaman qaşları ilə, iri gözləri ilə, çünki Sumerlər də iri gözlər, hətta şəhər yerdə də iri gözlər idilər ki, bu gözlərin içi də oyulub, çünki bunlara daş bağlardılar, ya məsələn qızıl bağlardılar, bir tərsi, bir zadi o gözlərə gələrdi. Eyni Sumerdə də bu texnik var idi. Yəni orada da gözləri oyardılar, boş elərdilər və ora rəngi daşlar qoyardılar. Və o rəngi daşların əsası ilə bu Avropalılar bir iki dənə onlarda göy göz görüblər. Yəni abi, mavi göz görüblər. Deyiblər bunlar ehtimalən bizlərdən idilər. Dərhal ki özləri Sumerlər deyiblər ki biz qərə saç, qərə göz, qərə başıq. Yəni özləri bunu özlərinə sən deyəndə deyirdilər Saggiqa, yəni saçı qara, mənası bu olur. Saq və məni saçdır. Giqa da be məni gecə və gərədir Sumerdəki. Özlərini Saqiqa deyərlər. Sumer deməzlər. Sumeri üst tərəfdə Aşurlar və sonra Aketlər bunlara deyiblər. Gələndə Göy Məcidə biz görürük ki, o corlar içi vardılar, iskeletlər içi var Göy Məcidin arxasında, dalasında muzey əsr ahəng yazıblar. Orada biz görürük sərbəndilər vardılar, yəni taclar vardılar, mələkələr vardılar, çiyinlərində bunların əsai səltənətlər var məfrəqdən. Ki mən bunun əksini də qoymuşdum və nəqlini demişdim ki, Nəzir bu əks əlimə yetişdi. Sonra getdim Dalıstan ki, bunlar niyə yoxdurlar deyilə vermişik azmayışa. Amma əks xoşbəxtanə vardı və mən bunu da
qədim postlarında görə bilirik. Dante səhifə 358-də deyir ki, 503, 59, 453 cürrarından da eyni ona tay, yəni sərbəndi, başbağı ki, dəmirdəndir, məfrəqdəndir, o yer, təsbeh kimi dana yerləri də vardılar. O tapılıbdır. Ya səhifə 363-də bir dənə gör vardı, SK 479 ki, 20 ta 34 yaşında bir qadın qəbridir. Orada tövsif eləyib qəşəng ki, bu səncaq çiynində idi ya ə, əlində həlqə var idi, başında bu nəvar ya bu məfrəq var idi və bunlar hamısı göstərir ki, Azərbaycanda mannalar zamanında, qutular, qutlar zamanında bunlar hamısı bir fərhəngdən idilər. Bir cür quyulanırdılar, bir cür çiyinlərində xanımlar uzun, o Yunanlılar kimi, Rumlular kimi bir paltar giyirdilər ki, çiyində düyünlənirdi və bunu səncaqla bağlırdılar. Maarifçi yenə Manniyə irtibatı vardı Xəzərin güney tərəfində İzzətullah Nigaban səhifə 74-də. Orada həman şəkildə məfrəq düymələrdən ya Həsənlunun həmahəngisindən söhbət edir rəhmətlik ağay İzzətullah Nigaban. Və ağay Firidun Əbdülfər ki bu Aryaya پیش از آریایان ایران قبل از آریایان adlı bir kitab var səhifə 264-də. Deyir Türkistandan ta Anadoluyacan bunlar hamısı nə Hindurpayı idilər, nə Sami idilər. Bunlar Asiyanik deyibdi də utanıb desin Azərbaycanlı ya Qafqaz ya Türk. Asiyanik deyibdi. Bunlar göstərir ki, zənsalar idi və ot pərəstiş edirdilər. Ninhursaq vardı məsələn Sumerdə. Ya Altaylarda məsələn Ak inə vardı, yəni ağ ana. Ki o dəstur verir ki, ölkən bu yeri, dünyanı yaratsın ki, bu da İskifai İmperator kitabında Həsənov Zaurda səhifə 271-də gəlibdir. Gələk yetişək Dədə Qorquda. Dədə Qorqud ki, cədid yazılıbdır, yəni kitabəti cədiddir, 500 il bundan qabaq ilk nüsxəsi vardı. Amma biz bilirik ki, bər əsas hekayəsi Səlamət rəhmətlik təhqiq eləmişdi. Bunlar əsri Kişavərzidən də hətta qabaq, yəni qarnişini, çöllərdə yaşayan zamanlarınkidir və dəlillərin qabaqçı biz Clubhouse-larda söhbət eləmişik. Niyə? Orada biz qəşəng eləyə bilirik Azərbaycanın məsələn 4000 il, 5000 il bundan qabaq, 9000 il bundan qabaq hətta biz eləyə bilirik onda fərhəngin izlərini tapa bilərik. Adlar tazalaşıblar, fərhəng tazalaşıbdır burada. Neçə dönəm bu cür olubdur. Amma kök və əsas və cövhərə yerindədir. Orada Solcan xatun, Səlcan xatun var məsələn. Solcan və Səlcan da deyirlər. Ki bu qan turalı ilə, yəni sevgilisi ilə ox atmağın yarışını qoyurlar, müsabiqəsini qoyurlar. Cəlibdir. Və Səlcan xatun deyir ki, sən at. Amma qan turalı çönür nə deyir? Deyir ki, qızların yolu əvvəldir. Əvvəl sən at. Yəni bu oxu xanımlar müqəddəmdilər. O iki Avropa dilində deyirlər ladies first. Xanımlar əvvəldilər. Bunu biz neçə min il bundan qabaq biz xanım yəni olatər idi, öncədə idi, qabaqda idi və dəyəri daha yuxarı idi. Bu tək onda yox, Banu Çiçəkdə də vardı. Bütün orada keçən adları ki vardılar, hamısını biz bu görürük. Bizim o birisi nəqillərimizdə Qoçaq Nəbidə məsələn Həcər xanım var. Onunla bahəm döyüşürlər, gedirlər qabağa. Koroğlunun Həsən xanımısının bir ayrı bir nəqli vardı, Nigar xanım. O zaman ki gəlirlər bunun canın alsına deyir, yeri və gərək bir nəfər verəsən, heç kəs, hətta dədə nənəsi Koroğlunun hazır olmur. Qəbul eləmirlər getsinlər görrar ya ölülər dünyasına. Amma Nigar xanım hazır olur, fədakarlıq eləyir ki, olsun sən diri qal, mən ölürəm gedərəm sənin yeri və ki Allah ona görə bağışlayır bunların canlarını. Ya bizim saray varımızdır. Apardı sellər sarayını. Hamımız eşitmişik də sarı ay kəlməsinə işarəsi vardı. Sarı ay yəni mahı tamam, bütün ay. Saray bərain ki öz sevgisini qoruya bilsin və gedə bilməsin xanın oğlu, ərbabın məsələn oğluna özün o daşar çaya atır, özün boğur, öldürür. Amma hazır olmur ki eşqindən keçsin, yəni o sevgisindən keçsin. Bizim bunların hamısı bir xanım Əzizə Yusifi bir məqaləsi var. Zənan der qıssahay diyar Azərbaycan kitabdır əlbəttə. Bu 78 xanımın sərgüzəştin bizim Azərbaycan nəqillərdə ki, bunların 43-ünün adı vazeh keçib, o birisilər də məsələn atası adı ilə deyiblər ya anası adı ilə deyiblər. 78 xanımın
nəqlin bərrəs eləyibdir ki, bu da oxumalı bir məqalədir. Amma bizim bir dənə böyük bir necəsinə deyim, folklorumuz vardı ki, sinədən sinəyə şəfahi surətdə nəql olubdur, büyünəcən gəlibdir və məğful qalıbdır. O qədər gözəldir, hala aşıqların şeirləri ayrı. Amma bayatımız var bizim. بایاتی نشانه‌های زبان زنانه در بایاتی‌های آذربایجان خانم زیبا اسماعیلی yazıbdı. Mən پیشنهاد edirəm ki, bu bəhsdə də o kitabı, bu məqaləni oxuyasınız. Baxın, bunu oxuyuram. Bir quş gəlir ağacdan, xəbər verin qardaşdan. Qardaş bacıdan doysa, bacı doymaz qardaşdan. Bizim bayatılarımızın ləhnləri zənanədir. Yəni bizim fərhəngimizin binövrəsi ki, lalaylardılar, zərb məsəllərdirlər, bayatılardılar. Çünki bizim şairlərimiz, onlar ki var idilər, gediblər şahların sarayında farsı deyiblər. Onların bəyanı ki, xoşlara gəlsin, dərbarı dil deyiblər ki, ammi mərdum bilməsin. Dəri dil, dəri-vəri haç deyirlər. Dərilər bilsinlər. O iki xas dildir ki, fəqət şahlar özlərinin camədən fərqli bilsinlər. Amma o iki elin sözü idi, dili idi, bayatılar idilər. Bunların qoşanları bəlli deyir, dildən dilə gəlib, ürəkdən ürəyə gəlibdir və cəlib budur ki, indi mən bunlardan oxuya-oxuya siz baxın görün, bunları xanım deyibdi, ağa deyibdi. Deyir, yar gül taxıb telinə, əlin vurub əlinə, qoy sağ olsun qaynata, hörmət elər gəlinə. Ya deyir, alma atdım nar gəldi, köynək tikdim dar gəldi, qapıya kölgə düşdü, belə bildim yar gəldi. Bu iki köynək tikir, bu bir dənə xanımdır da köynək tikir. Kişi ki bu işi görə bilməz. Ya deyir, qardaş gəl ay, qardaş gəl, qarlı dağları aş gəl. Qurbət eldə kimsəm yox, tökər gözüm qan yaş gəl. Bunu bir xanımdır ki, qürbətdədir və orada qardaşına məsələn bunu oxuyur. Ya deyir, məxmələm, xabım yoxdur, güləm, sahibim yoxdur. Bu da bir zənanə bir ləhni, isbatına görə mən bunları gətirəm. Qızıl güləm, açmaram, açsam da dolaşmaram. Sən dövlətli, mən kasıb, mən sənə yaraşmaram. Ya deyir ki, almanı alma, gəlin, al yerə salma, gəlin. Evdə susuz söz çox olar, ürəyinə salma gəlin. Bizim bəs bayatılarımızın şakiləsinə, cinsiyyətinə baxanda biz görürük ki, bunları qadın və xatın dilidirlər. Çoxluğu demirəm ki, hamısı, amma çoxluğuna baxanda eldə biz bunlar gəliblər. Ya lalaylara məsələn qulaq asanda, lalay dedim ucadan, səsim çıxmır bacadan. Allah səni saxlasın çiçəkdən, qızılcadan. Yəni qədim zaman uşaq qorxur ki, uşağı çiçək tuta, qızılca tuta. Bunu bir ana deyir. Bir qəşəng məqalə də var. Təhlil گفتمان جایگاه زن در ضرب المثل‌های Türkiye. Zuhri İzzəti və iki nəfər ayrıdan bu məqaləni yazıblar və orada zərb məsəllərə baxın. Bizim zərb məsəl nə mənədir? Farsıda zərb məsəllər nə cüsünədirlər? Bunları da bir tutuşturaq da bir-biri ilə. Deyir ki, türküdə məsələn deyir ki, əslanın erkək dişisi olmaz. Yəni burada deyir cinsiyyəti qoy kənara. O ki qəhrəmandır, da bunun erkək dişisi yoxdur. Ya deyir arvad var, ev yıxar. Arvad var, ev yığar. Nə kişi ki xanımın evdə varıdır, bunun əhəmiyyətini istir görsəsin. Ya deyir qızsız nənə, duzsuz nənə. Qızsız arvad, duzsuz arvad da bu mən eşitmişəm. Yəni orada deyir ki, uşaq dünyaya gəlsə, qız olsa, bunun taleyi pisdir. Firdevsi o cür deyir. Türküdə deyir, qızsız nənə, duzsuz nənə. Yəni bunun dadı, duzu zindecanlığının dadı yoxdur. Bu cürsünə bizim fərhəngimiz vardı. Ya deyir, ana haqqı, tanrı haqqı. Ya deyir, ana evin dirəyidir. Ya deyir, qız qızıldır, qədrini bilsək gələ. Ya deyir, arvadsız ev susuz dərmandır. Arvadsız ev susuz dərman. Yəni dərman işləmir də ki, onları dartsın. Ya deyir, arvad evin bəlası olsa, heç ev bəlasız olmasın. İnanca baxın görün nə qədər arvada ehtiram qaildir. Ya deyir, kişi fəhlədir, arvad evin bənnasıdır. Bu da nə ki sazəndir ki, arvad qurucudur, arvad müdirdir, arvad imperatordur evdə, istir bunu görsəsin. Ya deyir, su daşı quma döndərər, arvad kişini muma döndərər. Bu da göstərir ki, xanımın nəqşi nə qədər mühümdür və bostanı vər saxlar, arvadı ər saxlar ki,
Bu da göstərir mütəqabil bir vəzifələrinə görə mən xidmətinizdəyəm. Çox yaşayasınız. Üzr istəyirəm. Buyurun, siz buyurun, buyurun. Çox sağ olasınız Sayın Ustad. Elə istədim təşəkkür eləyəm. Və Bəhçənildə yazılan məsələlərdə sözün düzü mən sual görmədim. Əgər əzizlərin sualı olsa orada yazarlar. Bir nəfər vardı Əli bəy ki, çıxdılar. Əgər olsaydılar onlar da suallarını soruşacaqdılar. Söz sizdə Kimya xanım, xas bir ərzim yoxdur. Çox yaşayasınız. Ay doktor, bir dənə mənə sual olub, bəlkə biraz fərqlidir. Ona da bir məsləhət görsəz, söhbətlərinizin hansı qismətində bir cavab verin. Bu al qadın ki, birdən deyirlər Zahı xanımın yanına, bilmirəm, sancaq bağlayın. Bu biləxəri niyə qadındır bu al? Aya belə bir şey var, ya elə ağızlara dölənərək gəlib bu nöqtəyə çatıb? Yox, bu əhəmiyyəti bu xanımı görsənir. Baxın, bizim Külsüm nənəmiz də var, Qarı nənəmiz də vardı, bilmirəm, Alarvadımız da var. Yəni, həm əhrimənimiz, həm firiştəmiz, həm yaxçımız, həm əslən bərtər mövcudat, o ki güclü idilər, qüdrətli idilər, insanlar qorxurdular. İlahələrdən tutun ta gəlsin bunlardan, bunların hamısının nəqşi ictimai o xanımı istir görsəsin. Yaşayasay götür, idamə verin, biz sizə eşidək. Çünki neçə mövzumuz hələ qalır. Bilirəm ki, bəlkə bunları zaman Bəli. aparacaq cənbəndə. O biri, Buyur. o biri tərəfdən baxanda biz görürük ki, bizim qadınlarımız evdə oturmayıblar, o iç Firdevsi yazıb yeyib yatırlar fəqət. O cür də bizimkilər, yəni əslən şərt təyin edirdilər. Baxın, Bəyrək bu Dədə Qorqudda və Çiçəkbanunun nəqlində. Çiçəkbanu deyir, əgər sən eləyə bilsən məni yenəsən, yəni piruz olasan, mən sənin əqdi və gələcəyəm və qəbul edilirsin sonra bu qoluna əməl eləyə bilir. Yəni şərt qoyur ki, bu mübarizədə, bu savaşda, bu döyüşdə gərək sən eləyə biləsən məni utasan. Bu Həsənlu təpəsindəki bizim böyük dediyim kimin bir məvad fərhəngimiz oradan tapılıb. Əlbəttə çox yerlər var və hələ orada layihənigarı usul olub, məqalə olub. Heç olmasa bir neçə dənə kitab yazılıbdı ora görə və ora bir qədər elmitər var. Bəqiyə yerləri söküb dadıb heç eləyiblər. Orada biz görürük ki, o zaman ki ot tutubdu və bunlar hamısı qalıblar, friz olublar, yəni birdən-birə dam gəlib bunların başlarına hamısı quyulanıblar. Onlar məsələn əllərində xanımların qılıncı vardı. Çiyinlərində ki biz bilirik ki, çiyinlərində bunların şer sancaqları var idilər. Biz görürük ki, bu məsələn sümüklərin bərrəsində bu xanımdır, qadındır. Amma görürük əlində qılınc var. Yəni xanımlar o zərafətlə, zərifliklə qılınc da götürürdülər, döyüşürdülər də. Baxın 66 il miladdan qabaq, 66 il miladdan qabaq o zaman ki İskəndər üst tərəfdə Albanlarla döyüşür, Azərbaycanlılarla döyüşür. O zaman quzarışlarında gəlir ki, əsirləri iç tuturlar bu döyüşçülərdən xanımdılar. Ay rəhmətli Zehtabin kitabında səhifə 513-də məsələn Atropatkanda 1000 dənə döyüşçüdən ad aparılıbdı ki, döyüşür, İskəndərlə döyüşürlər. Ya cəngi çaldıranda Zehtabinin yazdığına görə 6000 qız. Əlbəttə hayır, Reza Zərgəri bunu 30.000 yazıbdı. Bəli, hələ mən bunu çox getməmişəm danışsam, bəli ay Döktür Zehtabi müstənəddə 6000 qız cəngi çaldıranda döyüşürdülər. Kişilərlə çiyin-bəçiyin gedirdilər, erkəklərlə döyüşürdülər. Biz baxırıq görürük bunun kökü vardı da. Yəni məsələn 1928-də bu Zəmi Ovçalada ki Tiflis tərəfindədir, yaxınlığındadır. Biz görürük ki, orada qadınlar şəmşirlə, qılıncla, məsələn Amazon xanımları deyirdilər də bunlara. Yunanlılar bu Qərə dənizin üst tərəfindəkilərə deyirdilər Amazon. Əlbəttə bu Amazonları ki yazıblar, Herodot da yazıbdı, o sərmətlərlə bir yazıblar. Bu adi ki onlar deyiblər. Əlbəttə bu əmziyə irtibatı vardı. Yəni pestanezdən irtibatı var. Çünki bunların birini kəsərdilər ki, solu kəsərdilər, eləyə bilsinlər, rahat ox ata bilsinlər. O mane olurdu sinələri və buna görə bunlara əmzih ya Amazon deyiblər və bunların böyük bir cəsarətlərini istir görsətsin ki, mübarizə elərdilər və bunların qəbirlərində bunların kamanları da çox zərifdir. Silahla tapılıblar, məzarlarında. Yine Azərbaycanda da çoxlu xanımların qəbirlərində biz görürük qılınc vardı ki, bu
Zivərlərin yanında hətta bu qoyublar. Bu cür sadəcə qadınlar burada döyüşürdülər. Dədə Qorqudda da biz dəfələr görürük ki, qılıncı götürür, xanım gedir, məsələn, nicat verir. Ya Səfəvi dövründə biz görürük ki, hətta bu xanımısı bunun əsiri olur və sonra cüşvaraların ki verir bunları, azad ola bilir, gələ bilir. Bu nəqllərdə bizdə vardı. Herodot bunlara deyir ki, bu Amazonlar ki, dediyim kimi sərmətləri əlbəttə nəzərdə tutaq, çünki bu deyir ki, sərmətlərindən biri idilər. Və bu biz bilirik ki, sərmətlər də Azərbaycan tərəfinə yaxın idilər. Yəni Ukraynanın cənubundan ta Azərbaycanacan yaşayırdılar. Və Herodot deyir ki, bunlar bir idilər, elə zindəcanlıqlar bir idilər, şəkilləri bir idi, fəqət adları bunları fərqli qoyubdu və onları Oriyor yazıbdı, Oyor yazıbdı, Oyor Pata da yazıblar hətta bunlara. Ki biz Oyor Pata به معنی مردکش معنی eləyiblər bunu. Biz hər ki bilirik ki, kişidir. Pata ya batmaq kəlməsi də biz bilirik ki, nə mənadır. Amma onlardan cəlib budur ki, qəzzaqlar arvada urpaq deyirlər və ərpad deyirlər. Yəni eyni o iki Yunanlılar bizə ad qoyublar, bu Amazonlara ad qoyublar. Biz görürük ki, به معنی زن olur türküdə, qəzzaqı türküsündə به معنی زن olur. Pat به معنی mütəzaddır, ər də ki, به معنی kişidir qəzzağı dilində. Biz görürük ki, bəs bu rişə də oradan gəlibdir. Bunlar da türk idilər. Çünki Sakaydılar, Sakalar da bilirik iş Oğuzdular. Dəfələrcə danışmışıq, demişik ki, bu Rumlular, Bizanslılar Sakaların hamısına türklər deyiblər sonralar. Biz görürük ki, nəqillərində də deyirlər ki, siz onlardan Sakaların məsələn nəvələrisiz. Namələrində də bunu ta Osmanlı dövrəsinəcən təkrar ediblər. Bilirsiniz, bunlar hamısı göstərir ki, xanım içi gərək xunsertliğini hifz eləyəydi, qanı soyuq olaydı. At içi rikabi olmayaydı, minəydi ona, bizzat yapışmayaydı, ta eləyə biləydi, oxunun yayı saxlaya bilsin, kamanı saxlaya bilsin. O şərait dağlıqdı, daşlıqdı, adam ölübdü, cəngin ortasıdı, ox gəlir, gözlərini açaydı, tənəffüsü gərək həmahəng olaydı, dəqiq zaman bəttıq eləyəydi, bu oxu verəydi. Bu göstərir ki, xanım dalıcı deyil. Yəni eləyə bilib bu işi görsün və Amazonlar ki, əslən tarixdə məşhurdular ki, xanımları savaşardılar və sinələrin bir tərəfini kəsərdilər ki, ox rahat aslında bu göstərir ki, nə qədər sələhşur idilər Azərbaycanda. Nümunəsi də yetişir Tomris ya Tamris də deyiblər, Tamris də deyiblər, Tumurus da deyiblər, Tumuru da deyiblər. Dəmir mənasındədir də. Biz bilirik ki, bunlar Çoxtay türküsündə Tumur yəni məniyə dəmir. Ki, t ilə d da ibdal olarlar bir-birinə. Bunu da qəşəng bilirik. Baxın, mən şahid deyərlər ki, axı siz ki Kuruşu qəbul eləmisiniz, Tümrüsü niyə qəbul edirsiniz? Dəfələr demişəm, baxın, Herodot, Sisli, Aryan, Pompey, Polyanus, bunlar hamısı üçün yazıblar, bu klassik yazıçıları Yunanın. Ona görə biz bunu hala ciddi alırıq. Deyirik ki, bunlar tarixi yazıblar. Hərsən ki, əfsanə ilə çox qarışdırıblar. Və əslən, Parslar, əgər biz onları qoysaq kənara Yunanlıların nəqilləri, Parslar o iki buradan çıxıbdı. Siz təxti Cəmşiddə bir dənə palçıqdan lov tapa bilməzsiniz ki, Həxamənişi dilində olsun. Nə mənə ilamı vardı, çıxıbdı, onları öz adlarını gətiriblər. Və dəfələr demişəm ki, əgər o daşların üstündə sonradan yazma, o xətti mixlər ki, məşkukdurlar kamilən, onları biz götürsək, Həxamənişə sən yox olar İranda. O cür bir, məsələn, bunların paytaxtları olar, şəhərləri olar, əsərləri olar, bir imperatori ki, deyim mən dünyanı idarə edirdim, bunlar olarlar. Bunlar yox idilər. Amma Tömrüs bir dənə böyük iş görsə, əgər tarix düz olsa da budur ki, Kuruşu öldürür. Kuruş qıra-qıra Madə heç eləmişdi, Lidiya heç eləmişdi, bilmirəm, Babili bütün təməddünü heç eləmişdi. Əgər Türk təməddünündə üst tərəfdə, çünki əşağı türklər maddar, çox üzr istəyirəm. Əşad maddar idilər ki, həmin mannalardılar, Matiya deyirdilər bunlara, ona görə mad deyiblər. Çünki maddan bizə siz tapa bilməzsiniz tarixdə. Bir dənə bir səxsi tapa bilməzsiniz, bir dənə pul tapa bilməzsiniz deyəsiz, bu madın içidir. Bir dənə yazı tapa bilməzsiniz, bir sətr deyəsiz, bu madidir, məsələn, madi xəttdir. O iki manna da həmin mad deyiblər. Biz baxırıq, görürük ki, aşağı tərəfi aradan aparmışdı, Azərbaycanın şimal tərəfində gedir, aradan aparsın Kuruş. Ki o vəziyyətlə tutur biləsin və başın kəsirir və salır küpə deyir, nə qədər qan içəcəksən iç. Nə qədər doya bilsən də doy. Sən qan içməkdən də doymadın ki, bu tümrüs bir dənə xanım bu işi görür, bir dənə qadın bu işi görür. Bu göstərir ki, Azərbaycanda o zaman mələkələr də vardı. Hala deyirlər, yox, bu
şərqi Xəzərdir, Xəzərin o birisi tərəfidir. Keçən dəfələr dedik Herodotun Nəqşələrin əslən öz kitabından mən əksin qabaqcını göstərmişəm videolarda ki, bu Azərbaycan tərəfində Araks yazıbdı. Araks da o tayda Araksa bənzəyən ya Araza bənzəyən bir zət yox çay. Amma burada Araz çayı vardı və bu bəhsə yenə də sonra yetişəcək inşallah. Əslən biz baxanda massagetlərin formlarına, o cür ki Herodot deyir, günəşi pərəstiş edirdilər. Biz bilirik ki, Azərbaycanda günəş hamısından mühüm idi tanrıların içərisində. Ya filizkar idilər, dəmirçi idilər. Biz bilirik Qafqazdan ta Azərbaycana ta Qəzvin çöllərinəcən ki, orada o zağələrdə o kürələr tapılıblar. Biz bilirik ki, Azərbaycan dəmirçi idi, filizkar idi. Ya deyib madərsalar idilər, madər imperaturu idilər, ana yuxarı idi. Bunu Herodot deyib. Ya əşairi formları çox idi şəhərdən. Bunlar hamısı massagetləri göstərdi ki, Azərbaycanın adresidirlər və bu idamə tapır ta gəlir bir dənə görürük Zeynəb Paşaya yetişir. Baxın, tarixdə az xanım yoxdur. Tarixdə bütün baxsaq şahların xanımları Zübeydə xatun ola bilən. Baxın, bu göy məscidin, məscidlərin, hamamların, kitabxanaların, kərvansaraların, bunların hamısının Zübeydə xanım məsələn cürüyübdür da. Bunların o iki məsələn Xürrəm Sultan orada görürdü. Bütün şahların, xanımların əvaidi var idi. Şəhərlər onlarınki idi, onların aidatlarını alırdılar. Və ümrani işlərin, xeyriyyə işlərin çoxlarını da bunlar görə kişilər döyüşə başları qarışmışdı və xanımlar abadanlığa və yaratmağa başları qarışmışdı və rəqabət elərdi bu zəminədə. Biz istəyirəm bunu deyəm ki, gəlin yetişirik məsələn Nasrəddin Şah zamanından. O zaman ki, məsnu qəhrlik qırğın salırdılar, yəni yayda ucuz şəkildə buğdanı alırdılar. Qışda neçə dəfə onu qətdirdilər, bahasını istəyirdilər satsınlar. Şahdan da mücavizlər vardı ki, bu hasılı anbarlarında saxlayacaq, nə vaxt söyüdü satacaqdı. O zaman burada Təbrizdə bir dənə Zeynəb Paşayı zühur edir, gəlir ki, rübəndə salırdı. O birisilər əlbəttə rübəndə salırlar, bu rübəndə salmırdı üzünə. Çadrasını da kəmərinə bağlırdı. Həmlə eləyən üzlərini örtürdülər bu xanımlar üçün partizanı halətdə, yəni Robin Hood kimində 40 nəfər xanımla həmlə edirdilər birdən bazarın ortasında bir anbarı tökürdülər, verirdilər məsələn çarşasıba, yoxsula və o şəkildə bu qəhdiliğin qabağını alırdılar. Bunun dostları Yüzbaşı Xavər, Naib Külsüm, Atlı-Şah bəyim, Fatma Nisa, Sultan bəyim, Mah bəyim, Xeyrun-Nisa adları tarixdə gəlibdir. Amma həqiqi ki, biz hamımız Robin Hood'un kartununa dəfələrcə baxmışıq, Spartakusun filmini görmüşük. Bütün qəhrəmanları da ki, Avropa və o birisilər vardılar. Amma özümüzün məsələn bu Zeynəb Paşaya heç bir dənə sadə bir müstənəddə, bir dənə film də cürrənməyibdi. Dərhal ki, bu tarixdə nə qədər etisablar vücuda gətirib bazarda. Hər kəs bazarda dükanı açardı, qorxardı. Hətta şah da fərman versəydi, yox gərək açasız, bu üzünü örtərdi. Bir dəfə olubdu ki, məsələn 3000 xanımla əllərində zopa və haman çomaqla birdən gediblər 5 nəfəri bir gün ölüb, sabahsı 3 nəfər ölüb. Bunlar hamısı tarixdə bizim bu qəhrəmançılıqları ki var idilər, bunlar vardılar. Və mən bir dənə bu şeirin istəyirəm burada tənəvvüsünü oxuyam. Bu dillərə düşmüşdü bu şeir ki, Zeynəb Paşa əldə zopa, zopa yəni çomaq da. Zeynəb Paşa əldə zopa, üz qoydu bazar üstünə. Guya ki düşmən üz qoyub orduya tatar üstünə. Çadırşəbim bağlıb belə, həm çirməyib qollarını. Yaşmaq ilə tütmüş üzün, həm sallanan pullarını. Tənzim edib öz nəxşəsin, həm getdiyi yollarını. Fərman verib yoldaşların, oynatdı əğyar üstünə. Zeynəb Paşa əldə zopa, üz qoydu bazar üstünə. Bu millətin hər həqqini olduqca qandırmaq gərək. Anbarların təklifini çox yaxşı andırmaq gərək. Axırda heç zad olmasa, lap od vurub yandırmaq gərək. Azuqəni yığmış qoyan dinarı dinar üstünə, Zeynəb Paşa əldə zopa, üz qoydu bazar üstünə. Biz tarixdə məsələn belə bir qəhrəmanlarımız vardı. Ya məsələn bilirsiniz bir xanım var idi bu Azərbaycanın xudmuxtarlıq zamanı, bu 1324-də o zamanki Azərbaycan istəyirdi ki, bu Tehranın və Pəhləvinin yoğunun altından qurtulsun. O zaman Səriyə xanım varımız idi bizim.
Ərdəbilin 34 dənə, 33 dənə kəndin rəis komitəsi idim. O zaman ki da bu pişəvəri 30 dalı getdi, ruslar dalımızı boşaltdılar, xiyanət olundu bizə. O zaman 24 saat müsəlsəllə dağlarda bir ləşkərin qabağında dayanıbdı Sumeriyan kəndində. Ki sonralar bərabər ki bunu tutmasınlar, arvadlar qaçırlar dağa. Ki nə qədər arvad qaçır ki bunu özlərinə qarışdırsınlar, bilinməsin bu kimdir. Amma o kətdə bir nəfər hər zaman kimi biz xaindən yemişik da, bir nəfər xiyanət edir və bunu tuturlar Pəhləvinin adamları, şahın adamları və tirbaran edirlər, gülləyə bağlarlar. Biz baxırıq görürük ki, o zaman o fədakarlıqların əsasında, Azərbaycanda haqqı rəy verilir. 1324-də, yəni 1945 milad olur. Siz baxın, İranda hələ ondan sonra xanımların haqqı yoxdur ha, rəy versinlər. 1341-əcən ki, bu əncümənهای vilayəti vücuda gəlir, eyalət, vilayət. O zamanacan 1341-əcən xaricə ətbalardır, dəlilərdir, oğrulardır, yolçulardır, bilmirəm, İslam dinindən xaric olanlardır, 20 yaşdan aşağılardır, adam öldürənlərdir və xanımlardır. Haqqı rəyləri yoxdur. Yəni xanımları qoyub bu quruha, Pəhləvi ha, Pəhləvi 1, Pəhləvi 2, 1341-əcən. Amma 1324-də görün neçə il ondan qabaq Azərbaycanda pişəvəri deyir ki, xanımlar da rəy verə bilərlər. Biz baxanda ki, bu ərəblər ki, aşağı tərəfdədirlər, bunlar taza məsələn haqqı rəyə yetişiblər. Bu 20 ilin içində məsələn 15 ilin içində yetişiblər haqqı rəyə xanımlara ki, rəy versinlər. Amma məsələn 1945-i nəzərdə tutun Təbriz ki, rəy verə bilir Azərbaycan. Çin 2 il bizdən sonra, Koreya Cənubi 3 il bizdən sonra, Mis 1956-da yəni öz dövrbərimizə ha baxıram. Öz dövrbərimizdə Misirdən, Çindən, Koreyadan, hətta İtaliya 1948-dir. Yəni Təbriz hələ haqqı rəy vermişdi xanımlara, İtaliya verməmişdi. Allahın o suedi bizdən sonra olmuşdu. Bu Fransa 1 il bizdən qabaq idi. Fəqət bir ölkə Xavərmiyanədə bizdən qabaq idi. 1930 Türkiyə idi. Türkiyə bizdən qabaq idi. Ki biz də oradan məzahirə, təməddün, fərhəng və demokrasiyasını çox almışıq. Pəs bunlar hamısı göstərir ki, bizim bu xanımların öncəliyi, qabaqda getməkləri, savaşmaqları, döyüşməkləri daha bir zilvəsidir və əgər suali olsa, söhbəti olsa, mən eşidim, ondan sonra daha axır bəxşdə xidmətinizdə olun və xudahafizlik eləyək. Çox sağ olasınız, Sayın Albayraq. Mən iki dənə sual yetirəcəyəm xidmətinizə. Biri bu ki, Şahbəyim xanım tarixdə adı gəlir, vəli deyirlər ki, bilmədik bu kimdir, vəli bilirik ki, bir məruf bir adamla bir xanımdır. Əgər olsa bunun barəsində bir ittilat vermək ki, kim imiş. Şahbəyim xanım Bəli. bəli, Şahbəyim xanım ya Taclı bəyim buna deyirdilər. Bu Şah İsmayıl, birinci Şah İsmayılın xanımısı idi 1540-da Şirazda ölübdü. Əlbəttə Muselin türklərindən idi. Yəni 1448-də orada dünyaya gəlib. Bunun 2 dənə də qızı var idi ki, biri Pəri idi yadıma gələn, biri Məhimbanu idi. Onları mən dəqiq bilmirəm, yadımdan çıxıb. Bəli, bilirəm ki, biri izdivac eləmişdi, biri eləməmişdi və onlar hər ikisi də Azərbaycanın bu Şirvan tərəfində onlara getmişdilər və oradan məzhəri, saxtı sazı, bilmirəm, memar olmuşlar. Bu o qədər yaxşı bir və gözəl bir xanım idi Şahbəyim xanım ki, Şah İsmayıl şeirlərin buna demişdi. Yəni aşiq idi buna və eşqi əsasında buna Şah İsmayıl Xətai buna nəğəş həm şüca bir xanım idi, həm də fövqəladə gözəllikdən yuxarı idi. Bu o sualı ki yadımdan çıxmasın. Yenə sualı var xidmətinizdə. Çox sağ olasınız. Bir də buna əgər ola bilsə yanlış ya doğrudursa yanıt verəsiniz. 1918 və 1919 arası ölkə Azərbaycanda qadınlar və uşaqlar haqqı onların yasalarında və qanun əsaslarında tərif olunmuşmuş. Əgər bunu nəzərdə tutaq üçün soy birdir, hüviyyət birdir. Bu əsasda aya deyə bilərik ki, Azərbaycan üst-üstə hətta Avropanın hər ölkəsindən belə qabaqda
hüquq bəşəri və hüquq qadın haqqların və uşaq haqqlarını tanıyıbdı. Bundan da Bəli. sonra bir sualım olacaq. Buyurasınız lütfən. Bəli, mən bunu təyid edirəm və bunu dəqiqdir bu. Çünki Avropanın biz ölkələrinə baxanda və kişvərlərin bu haqq rəyləni kontrol edəndə biz görürük ki, Azərbaycan bəli, bunlardan hamısından qabaq bu xanımlara haqq rəy veribdi. Mən o tay demədim, çox da bu tay dedim. Bəli, bu sözü təyid edirəm. Çox sağ olasınız. Və üçüncü mövzu ki, çox önəmlidir. Dostlar chatroomda da bəzən işarə eləyiblər ona. Budur ki, indi biz bu assimilə cərəyanatında və farslaşmada görürük ki, qadınlarımızın və qızlarımızın təsiri daha çoxdur və bunlar daha çox assimilyasiyona tərəf gedib və özlərinin hüviyyətini önəmsəməyib və fars dilində daha çox danışırlar. Bu cümlədən Ərdəbildə, Zəncanda, Həmədanda və habelə kiçik şəhərlərdə və indilikdə də Təbrizdə biz bunu əyan-bəyan görürük. Bunu bir qadın məsələsi olaraq nə cür eləyə bilərsiniz, dəyərləndirəsiniz? Buyurun lütfən. Təəssüflə burası da vardı, amma mən bu son illərdə, yəni deyə bilərəm bu 3 il, 4 ilin zamanında çoxlu xanımlar gördüm. Zəncanda olar, Ərdəbildə olar, Təbrizdə olar ki, muhtəva yaradırlar, şeir deyirlər, dikləmə deyirlər, tariximizdən danışırlar, peyc idarə edirlər, kitab satırlar, tarixdən danışırlar, güyəndəlik edirlər. Bu bir dönəmdir. Bilirsiniz, biz vaxtı yazmasaq, məktəbə getməsək, təhsil almasaq, bu çox təbiidir. Bu ki biz əslən heç inanaq, çünki bizim neçə qruplarımızdır da bir xanımlar vardılar ki, əslən heç bilmirlər ki, biz hüviyyətimiz vardı, biz əslən kimliyimizin gərək dalısan gedək yox. Onlar bilmirlər əslən, heç ünvanda bilmirlər. Fəqət uşağım mənim mədrəsədə müvəffəq olsun, uşağımla gərək farsı danışam və bu əndişədədirlər. Yəni be heç ünvan hüviyyetin, dəyərlərin və ərzişlərin bilmirlər və bir qrup da var, sonradan görmə deyərik, faslar no kisə deyərlər. Bunlar da əmniyyət, iqtisadi bilələrlə mühümdür. Onlar da daha çox farsizə olublar, gediblər qabağa. Amma üçüncü qrup, üçüncü qış ki vardılar. Bu üçüncü qış mən bu müxatabimdirlər və indi də bunu eşidirlər və bir-birləriylə paylaşırlar bu xanımlar. İttifaqən o zaman ki xanım dəvəşdi, bir camiə dəvəşə bilər. O zaman ki xanım oxudu, bir camiə gedə bilər qabağa. Baxın, Mirzə Əli Möcüzü Şəbistər ki bu 1309-da siz hesablayın o xəfəqan dini də məxsusən Şəbistərdə gətirir qız mədrəsəsi yaraldır. Yəni o zaman siz hesablayın ki, məsələn xanımları deyirdilər, hətta ruhanlar deyirlər ki, getsələr mədrəsəyə və ata-anasına behişt haram olur. Bu gətirir nə deyir? Bir şeiri deyir. Deyir ta madər ətfal نخوانند و ندانند بشلین اطفال چنین مادری خر بچگانند بر مؤمن فرض است نبی گفته تعلم گر مؤمن زن نیست بگویید kiyanən. Yəni deyir analar və nənələr oxumasalar, bilməsələr, uşaqlar da belə düşünməz ani ilə, düşünməz uşaq olarlar. Əgər İslamda deyir ki, Nəbi buyurur Həzrəti Nəbi ki, möminiyə fərz idi ki, öyrəşsin və təlim alsın. Əgər möminədən tərcümə məni bu dəyər ki, xanımdır, bəs nə mənədir? روحی که علیل است کند خسته بدن را اطفال چو جسمند و زنان روح و روانند آبادی هر مملکت از دانش زنهاست چون بر پسران تربیت آموز زنان است hər məmləkətin abadanlığı xanımlarının bilimlərindən, düşünəcəyindən gəlir. Çünki o oğlanları da ki, hətta o məmləkətdə yaşayırlar, iş sahibi olurlar. Elə bu xanımlar onu pərvəriş verirlər, yetişdirirlər. Deyir o ruh ki əlildir, cismi yorar. Çün uşaqlar bir cismi kimindilər və bu qadınlar, xanımlar, analardılar ki, onlara ruhdular. Mən onun üçün çox üzülürəm. Bəli, belə bir qız görəndə ki, özün üstün görsətsin, yəni görsətməsin ki, mən dalıyam. Çünki bunu dəfələr baxın dərd budur bu. Bu deyibdi ki, əgər mənim dilim var idi, türk idi. Bu nə mənədir mədrəsədə mənə öyrədirlər. Bu nə mənədir mənə ab deyirlər. Bu nə mənədir nan deyirlər. Məcə biz su demirik, çörək demirik. Bu hiss eləyibdi ki, bəs bu dil yuxarıdır. Bəs o dilin sahibləri bundan yuxarıdırlar.
Ona görə hər kəs bir fars gəlib bundan danışanda bu özün itiribdir. Çünki özün 2000-ci dərəcədə, şəhərvəndi dərəcədə o aşağı səthdə görübdür. Ona görə ona nisbət tabe olubdur, bərdə olubdur, söz eşidən olubdur, həqir olubdur. O bunu tohin diləsə, məskərə diləsə, zor da desə, başına böhtə qoysa, bu kəmal meylindən qəbul edib və bu üzr istəyirəm, nökərçiliğə də sevinibdir. Necə bizim manqurtlarımız söyünürlər bu xidmət eləməyə, necə bu özlərini danmağa, öz ana dillərini təhqir eləməyə, onun qarşısında əleyhinə çalışmağa kef elirlər, bu xidmət iş elirlər əğyara. Eyni o şəkildə olur da, insan assimil olandan sonra hətta bu nökərçiliyinə də fəxr edir, iftixar edir ki, bu məsələn mən bəli öz dilimi uşağımıza öyrətmədim, mən qoymadım türkçə danışsın. Mən məsələn hələ bəziləri də çox uzaq qalanda deyim mədrəsədə qalmasın. Məgər kim mədrəsədə qalıbdı? Məgər mən indi bir belə farsı kitab yazmışam, mədrəsədə qalmışam ya mənə tayları, məndən yuxarıları. Bunlar gedib öyrəşəcəkdir. Nə yaxşı ki, elə farsını da öyrətsin, türkünü də öyrətsin. Eyni buna bənzər şey. Bir dənə fars bir uşağına deyir ki, mən əslən qoymamışam farsı danışa. Niyə? İngilis öyrətmişəm. Axı niyə ingilis öyrətmirsən, fars öyrətməmisən? Sabah bu gələcək bir daha mobil alacaq əlinə. Bu bərnamələr, applicationlər başarmayacaq. Məqalələr dünyada oxuyamayacaq. Hamısı ingilisidir də. Bir dənə televizyon düymələri kontrolu da ingilisidir. İstəsə zərfşüyi, libasşüyi işləsin, o da ingilisidir. Bəs mən uşağıma fars əslində icazə verməmişəm danışam və uşağa deyirsən ki, xub, çənd saləti? Deyir 9, məsələn 9. Bu çox gülməlidir, məsxərədir. Burada uşağa deyirəm neçə yaşın var? Deyir 8 saat. 8-ə də deyir 8. Haman şəkildə ki, qaba görsənir, çirkin görsənir. Bizimkilər də bunu düşünsünlər ki, bu çirkin görsənir. Ha, bu cür fəxr eləməz, kef eləməsinlər. Böyükdə də böyüyünə başarmış farsi qəşəng danışsın. Uşaqla zorla istir farsı danışsın. Ləhcə ilə özü də türk ləhcəsi ilə ki, qəşəng olmur farsidə danışanda heç bu cürsünə. Çünki dəqiqən tərcümə həman söz idi ki, türkçü istəyir desin. Amma uşaq da bu dərk edir ki, yetişdiyi və bu böyükdə də böyük nənə ilə ya mənim ata-anamla türkçü danışdılar. Pəs mənim dilimdə bir nəqs var. Bunlar mənə bir ayrı bir dil istəyirlər, bu yuxarı bir dil öyrəşsinlər. Bu elə əvvəldən özün həqir görüb və çiç görəcəkdir. Bu bizim dərdimizdir ki, səsimizi yetirin bizim bacılarımıza, bizim analarımıza, qızlarımıza, ta eləyə bilsinlər bala özlərini tapsınlar və bu yayılsın ki, öz dilimizi qoruyaq və müraqibət eləyək inşallah. Çox sağ olasınız. Kimya xanımın da bir sual olacaq. Vəli son buyurduqlarınıza raci o şeirləri də ki oxudunuz. Bizim o zaman ki belə sağtar ictimaiyyətimiz qərnlər idi, təqribən bir əsasda gəlirdi. Şayət o şeirlərin mənisi olaydı, çünki orada demək olar bu sağtar ictimai ki, qadının yeri və ağanın yeri və hər birisinin məsuliyyətləri ayrı-ayrı təriflənmiş və əl dəyilməmişdi. Amma indi bu fərqliliklər ki yaranıbdır, nəzərə gəlir ki, o yekəxtə məsuliyyəti qadınların çiyninə qoymaq və qadınları bu barədə o şeirinə məsul bilmək bu zəminədə biraz bəncə çox münsifانه olmayacaqdır. Hər halda buna da raci əgər nəzəriniz olsa mənim bu ərzimə raci buyurun və Kimya xanım da əgər icazə buyursa suallarını eləsinlər ki, siz də bir istirahət eləyin, ikisinə bir dəfə lütf eləsəz bir nəzər buyurasınız. Mən bunu eşit görürəm. Yəni eyni iki dənə maşa kimi görürəm. Bu işi fəqət xanımdadır günah ya ağadadır günah, belə görmürəm. İttifaqən dediyim kimi mən həmişə hər zaman da bu xanımların həqlərin özlərinə xatırlamaq istəmişəm öz güvənləri üçün. Ona görə bu məsuliyyət ictimaiyyətdə də xanımların da elə kişilərlə bir yerdə bərabər bir rolları vardı. Çox yaşayasınız. Mən ilk kəz bir otağın o düzəninə görə bir söhbət ortaya qoyacağam. Mən xahişim ki var, siz bilirsiniz bu otaq 1 saat yarım ta 2 saat, fوق 2 saat, yəni usulən 1 saat yarımdır. Biz hörmətli Rəhim bəydən istəmişik ki, o yarım saatı da təliq verələr, bəlkə bir sual cavabı oldu ona görə. Mən bilmirəm, chatroomda 2 saatlıq otaqda əvəzincə söhbətlərimizi yazaq, suallarımızı yazaq, nəzərlərimizi yazaq. Bir dənə fərzi bir insanla elə savaş aparırıq, nəyə yazırıq mən bilmirəm.
Mən xahişim var ki, bu otaq ətraflı otaq, danışıq otağı deyil. Bu otaq bir dənə zəhmət çəkiblər. Buracan tamam məlumatlarını hörmətli Rəhim bəy neçə illik zəhmətlərini bizlə paylaşırlar. Bir xas təəssüb yoxdur deyəm hörmətli doktor Rəhim bəy. Məsələn istəyirəm deyəm ki, zəhmət çəkiblər, amma sözüm budur ki, 2 saatlıq otaqda lazım deyil ki, və bir nəfər müxatəb qərar verəsiz. Mən bilmirəm, bir Əli Rza nami siz ələn otaqda aparsız yoxdur və mən qalmışam və təmərküzüm də olmur. Qahan deyim chatruma düşün, biz baxırıq chatruma ki, sual olsa aparıq. Mən təmənnam olacaqdı. Bu 4-5 saatlıq otaq, 10 saatlıq otaq, daimən açıq otaq deyil. Bu 2 saatlıq otaqda həddəqəl gəlin sözlərimizi paylaşaq. Əlaqə zəcər olmaya biləxərə otaqdan da eləyə bilərsiniz, çıxasınız ki, həddəqəl otağın biləxərə çətrumu ki, mütəlliq tamam insanlar ki, burada suallar mətrəh eləyirlər. Doğrudan biri ikinci xahişim vardı xanımlarımızdan. Dötür Rəhim bəy ağa adında biləxərə xanımlar haqqında danışırlar. Usulən xanımların əgər olar ki, xanımların haqlarından difa edirlər, usulən gələ mütaliələr o qədər çox olar ki, ağalar bu moriddə düzdür danışırlar, ağa xanımımız yoxdur. Bəli, xanımlar da gələ bu moridlərdə danışarlar. Xahişim olur xanımlardan həttəmən istəyicə gəlsinlər. Əsən Rəhim bəyin sözlərini qəbul eləmirlər. Ya birdən sözlərinə görə bir nəqdləri vardı, bizlə ortaya qoysun. Mən dəvət eləmişəm qadınlarımıza aşağıda görürəm. Çox hörmətim var hamısına, bilirəm zəhmət çəkirlər. Xüsusən hörmətli xanım Jalə Təbrizini görürəm. Bizim ərk cəmiyyətimizin danışmanı deyirlər böyüyü. Odur ki, xahişim vardı ki, həlbət gəlin xanımlar öz haqlarına da görə burada paylaşsınlar. Amma mənim sualım ay doktor Rəhim Ağbayraqdan əmin olacaq. Ay doktor, klassik Azərbaycandan buyurdunuz, Bastan Azərbaycandan bu qədər hörmət qadınlara olubdu. Nə zamandan yəni başlanıbdı öz Azərbaycanımızda? Nə zamandan başlanıbdı qadınla tartışmaya? Bu qeydir aya bu pəhləvi sistemin o sistemi ki olundu qadına görə bunun təsiridir ya bizim qədim şahlarımız Türk şahlarından da bu başlandı. Çünki biləxərə Dədə Qorqudu mən mütaliə edirdim Bastan Azərbaycanına görə gözəl bir şeylər vardı. Dədə Qorqud kitabından oxudum. Bəzi yazılarımızı oxudum ki, biləxərə özüm də amadə olam. Həm tərə sual eləyəm, həm biləxərə özüm də bir şeylər öyrəşəm. Görmədim o cür setizdən bir qadından, amma keçirik müasir tərəfinə ya məşrutə zamanına. Hətta bizim biləxərə düzdür, çox şairlərimiz, yazarlarımız da fars dilinə yazmama türkdülər deyirlər. Bu setiz nə zamandan başlanıb? Əgər məsləhət görsəz mütaliələrinizin olsa, buyurun. Əgər ki yox, inşallah sizdən bir zaman alacağıq ki, biz müasir qadın haqqında da sizdən bir ittiliat alaq. Buyur ay doktor. İbn Bətutə yazıçılardan, yəni o qədimi müvərrixlərdən ki, həm səyyah idi, dolanırdı. Bu gəlir Təbrizdə Qızılçı bazarına, indi fərz eləyək Əmir bazarı idi. Deyir, xanımlar burada üzlərin yarımçılıq örtürlər, yəni o cür qəşəng örtmürlər üzlərin. Və hətta bir qismətdə deyir ki, onlardan pənah aparıram Allaha. Onları iki gördüm bazarda, o xanımları iki gördüm, o cilvələri iki gördüm. Və deyir ki, türklərin arasında xanımın məqamı yuxarı və möhtərəmdir. Bu sonra gedir məsələn Qıpçaq çölünə, Rusiya tərəfdə və orada deyir ki, yəni bu şaşqın olubdu, şegeftzədə olubdu. Deyir ki, xanımın nəqşi, məqamı ağalardan yuxarıdır nə əcəb. Biz görürük ki, bir dənə ərəbə bu qədər bəhid gəlir, qeyri-adi gəlir. Dediyim kimi sonra gedir Qırıma, məsələn Kirimə tərəfinə. Orada toziflərində deyir ki, fərmandarın xanımısı Ərrabədə gəldi, camlar açıq idilər, bir göy, yəni kəbud da, göy bir camə giymişdi, paltar giymişdi. 4 xanım bunun damənindən yapışdılar, bu nazla düşdü və əmir bunun ayağına durdu, keçdi qabağa və cəhdi öz yanında oturtdu. Gedir məcarda və deyir ki, buğtaq qoyurdular başlarına ki, bu Azərbaycan böyüklərində ki, cəvahirzad asırlar, pulzad asırlar bunun üstünə və biz bunu həman Əsənlu acında da dünən nərimə vurmuşdum. Orada biz bunu görürük. Ya sonra İbn Fəzlullahil Əmridə bu məsələn Bərkəxanın naməsini işarə edir ki, orada yazıbdır ki, xatınların və
əmirlərin rəylərinin əsasında və təəccüb edir ki, xatınlar da bəs rəy verirlər əmirlərlə bahəm bir yerdə bunu qərar verir. Ta gəlirik biz bunların hamısının tarixdə izlərini gələ-gələ yetişirik. Səfəvi dönəmində Şah Abbasdan sonra xanım bürcələnir bir gərə çadıra, evdən çıxmayacaq, cam olmayacaq. Molla Nəsrəddində 100 il bundan qabaq bir dənə karikatur çəkmişdi. Bu Roter fikirəm çəkmişdi ya Şemerling ki, bu Azərbaycanlı xanım, iki çərşaflı xanım durub da küçədə barmağı ilə zindanı göstərir. Zindanın o dərbəçəsindən deyir ki, kaş bacım, bizim də evimizin bu cür bir dərbəçəsi tütü olaydı, mən bəxt darıxıram, eşiyə baxaydım. Xanım getdi hərəmxanaya, xanım getdi vəsiliyə işrət oldu, kişilərin təfrihi oldu və getdi evdə fəqət uşaq böyüsün. Nəqşi ictimaisi Qacar dövrəndə çox azaldı. Düzdür, biz eşidirik xanımların nəqşindən, şahın validəsinin nəqşindən, amma o cür görkəmli bir biz nəqş ictimai görə bilmirik. Hala nümunələr dedim, məsələn Azərbaycanda qalıblar, Zeynəb Paşa kimi birdən nümunələr biz görürük. Amma bütün İranda biz bunu görmürük. Ta Qacardan sonra Pəhləvin əvailində də fövqəladə bu xanım nəqşi daha məhdud olur, məxsusən Azərbaycanda və mən ehsas edirəm ki, bu Səfəvidən, yəni bu məzhəbi bir sibğənin qarışmağı ilə vücuda gəldi. Ta Qacar və Pəhləvinin məsələn niməsinəcən bu getdi qabağa. O zaman da oldu ki, xanım 2000-ci cins tələq oldu, xanımın haqqı yeyildi, tapdalandı və bütün hüququndan bu məhrum qalındı. Çox yaşayasay götür. Xanım Jalə Təbrizi gəliblər. Ərk Cəmiyyətinin danışmanı, sahibi, böyüyü və Sazman Miləldə bizim özbürüsüz səslərimizi yəni yayan bir insan. Əgər onu da bir eşidək, bəlkə bizlə mütməyyən gözəl sözlər paylaşmağa var. Buyur xanım Jalə xanım. Mən salam deyirəm hamınıza. Yorulmayasınız. Mən bəydə çox gözəl danışdınız. Mən də həqiqətən çox ləzzət apardım sözlərinizdən və keçəcəkdən. Əlbəttə biz indi o zaman insanların yaşayışı, məxsusən qadınların zadə nəqşi cəmiyyəmizdə, yəni xanavadədə yuxarı səthdə idi. İndi də görürsüz elə o çətlərdə zətdə bu xanımlardır ki, təqribən demək olar ki, evləri dolandırırlar, kəndi dolandırırlar. Amma bizim indi bu vəziyyətdə mən başlayam əgər qadınlar haqqında danışam, zaman küllən əvəz olubdu. Əvvələn məzhəbin rəngi çox gəlizdi və məzhəb müxalif əslən xanımlarla kişilərin haqlarında bərabərçiliyə etiqadı yoxdur, mütəqid deyil. Bir o deyir, bir də şəhərnişinidir. Nə qədər camiə zad olur, camiə pişrəftə olur, texnoloji pişrəft eləyir, vəziyyət zad eləyir, orada qadının da şəraiti çətinləşir. İndi biz öz camiəmizi, əgər indi bu dəqiqə, mən istəmirəm çox uzun gedəm və çox da zad eləyəm, vaxtınızı tutam. Əgər bizim indi bugünkü camiyə Azərbaycanı o dediyiniz nəqşlərlə, qadınların nəqşlərlə müqayisə eləyəsiniz, görəsiniz ki, qadın həqiqətən da baxın, həm dırnaqları ilə, həm əlləri ilə, həm ayaqları ilə öz haqqında, öz olduğu haqqını saxlamağa mübarizə aparır. Həm camiə ilə mübarizə aparır, camiə ilə, həm deyirlər kişilərlə mübarizə aparır, öz haqqına bərabər hüququna. O tərəfdən də camiənin biçidəliyi icazə vermir ki, qadın özün ərzəndam eləsin. Tamamilə bizim hər zaman biz bunu, mən özüm bir qadın təkin, niyə uzaq gedim, mən bunu qəşəng deyirlər, yap dərindən bunu mən ehsas edirəm ki, biz siz orada işarə elədiniz ki, biz 2000-ci qadın özün 2000-ci zat bilir, şəhərvəndi dərəcə 2 bilir. Həm qadın olduğuna, həm də hüviyyətinə görə nəticədə bu dördqət bu zülmün içindədir. Bu məsələdə, bu zatda siz baxın, indi məsələyə bu
elə bu feministi məsail, ondan sonra camiənin bu peçirdəliyi hamısı mövcub olur ki, qadın öz mübarizəsində də ehtiyacı olsun ki, özün saxlasın. Yəni alınmır, fişardadır, təb'iz olunur. Qadın olduğuna görə hətta mübarizəsində də təb'iz qail olunula biləsinə. Bu biz bir ona qeydirik, bir də ona qeydirik ki, indi o zaman şərait fərq edirdi. İndi bir növ mən çox cürətlə bu sözü deyirəm, ağaların fərhəngi sazıya da ehtiyacları var. Bunlar örgəşməlidirlər ki, bir qadın da insandır, bir qadın da bunlarla bərabərdir və biz ona görə deyəndə deyirik ki, qadın hüquqları da insan hüquqlarıdır. Başa salaq ki, baba nədən ki qadın bir ağa ilə bərabər ola bilməz? Niyə dalda gəlməlidir? Niyə qadın dalda gəlməlidir? Niyə ağa eləyə bilər, gəlsin bu cələsədə şirkət eləsin. Xanım uşaqlara gəl yatırda, uşaqlardan miyaat ola. Yəni biz bu bir dənə fərhəngsazlıqdır. Biz ondan başlamalıyıq. Biz indi çətin bir şəraitdəyik ağay Albayrak. İndi bizim o sizin deyənlər söhbət ki elirdiniz, biz royalara gedir adam. Ehsas edir ki, bir seri nağildir ki, tərif olunur. Amma zamanında olub ki, camiə mübtədi camiə idi, aşağı camiə idi və qadın cürət elirdi, öz qüdrətini göstərsin və həqiqətən də tamam görürsüz Əkində zətdə də elində çox Kətərdə zətdə də elə xanımlar da ki, qabaqdadılar, nə ağalar. Amma gəlirik bu camiəmizə ki, bu camiədə ki biz yaşırıq, camiə çox piçidədir. Camiənin vəziyyəti fərq edir zamanı ilə və indi mənim nəzərimə qadın hər zamandan çox öz həqqin, öz bərabər hüququna çalışır. Biz bunu mən fikir edirəm ki, qadını modern dünyada bu gündən biz bərrəslik eləməliyik. Şayət o kömək eləyə bir miqdarda bizim öz Azərbaycanımıza ki, o zaman o vaxt idi, hətta görürsüz indi ağalar misal vuranda deyirlər ki, Azərbaycanda qadınların ehtiramı yuxarı idi. Bəli, o ehtiramı başarmırlar çoxu. İndi bu zamanda bir qadın mübariz qadına qoysunlar və onu dəyərləndirsinlər. Ya bir xanım ki, həm təhsilli var, həm deyirlər fəaliyyət ictimaisi var, həm mübarizdir. Görürsüz ki, o evdə özünün həqqini tapa bilmir. Mən çox açıq deyirəm, biz fərhəng sazıya ehtiyacımız var. Bu rabitədə qadının məsələsinin rabitəsində mən bu gün istəmirəm sizin o gözəl sözlərinizi çox dramatik eləyəm. Bəli, həqiqətən vəz dramatikdir. Qadın məsələsində İranın hamısında, bəli Azərbaycanımızda çoxdur. Ay Albayrak, mənə çox çətin idi ki, etirazlarda qadınlarımız çıxdı eşiyə. Biz o qadınların adını vuranda zəh vurdular, ağalar dedilər götükünən bizim abırımıza dəyər. Bu bir mübariz xanım iftixarı, hər kəsin iftixarı olmalıdır. Nə ki, onun mübarizəsi xanavadənin, ailənin abırısına dəyə. Mən istəmirəm çox danışam, çünki sizin sözləriniz çox gözəl edilir qadın rabitəsində ki, mən istəyirəm biraz o təfəkkürdə qalam. Mən Təşəkkür edirəm sizdən, sağ olun. Mən çox təşəkkür edirəm. Yaşayasınız Jalə xanım. Biz o ayrı ağ bayraqdan hər zaman 2 saat işarırıq. Mən hər zaman gözüm saatda qalır. Bir ruh bizim zamanımız qalıbdı. Amma bizim əziz bir mədəni qadın fəallarımızdan xanım Süheyla Əzizi bir dənə sual yazıblar. Ona da bir cavab bir dəqiqə mən oxuyum ki, hörmətli ötür axır bölümlərini söhbət eləsinlər, danışırlar. Deyir ki, yazıblar ki, çadıra qoy mən tapım suallarını. Çox bağışlayın, bəzən yazırlar, mən tapanmıram. Yazmış elə bir çadıra Sasani zamanından gəlibdi. Buna görə bir sual eləmişdilər, ay götür. Mən hələ chatrumu deyirəm, bəzən şuluq olur, mən oxuyamıram. Buna görə. Siz buyurun söhbətinizi, axır söhbətlərinizi buyurun. Mən əgər də tapsam sualı bir daha oxuyaram. Ya əgər özü Elə royət sual odur, Kimya xanım, sual odur ki, deyiblər ki, Qara Çərşab Sasani dövrələrindən qalmış bir şeydir. Aya, bunu soruşublar. Mən bir daha oxudum, yəni də sonra da tapanmadım mətləbi. Buyurun ay götür, sizə işlək axır söhbətləriniz. Jalə xanımdan təşəkkür edirəm. Şayət fərqli didgahlarımız olsa, amma bir məsələdə ba həm müştərəklik, o fərhəng saziyə mənim də
çox demək olar etiqadım vardı. Bu işi bir xanım məsələn bir muhtəvay tولید eləyir, bir şeir idi, gözəl bir ədəbiyyatımızdan deyir. O birdən görürsüz çox az layk alır. Yəni həmin ağalar üçün layk vururlar, amma biri məsələn bir necəsinə deyim, bir cür burnun əməl eləyibdi, bir cürsinə durur, bir əda çıxardır, yüngül bir hərəkət eləyir və onda görürsüz yüzlər min məsələn layk görür. Təbiidir ki, o ağalar ona layık vururlar, onu aparırlar yuxarıya və bu xanımların məzlumiyyətini göstərir. Mən həmişə qızım vardı, indi 17 yaşı vardı və onun həqlərinin nigaranıyam, onun gələcəyi. Nə tənha o, bütün qızlar ki mənim camiəmdə vardılar, onların hamısını elə öz qızım kimi görürəm və onların həqlərinə nigaranam. Bu camiənin nəqşini göstərir, bir dar baxışlar, əyri baxışlar, həmişə din babətindən oldu, camiə babətindən oldu. Təfsirهای bu cürsünə deyim şəxsi ya ifrati ki, indi təfriti ittifaqən müncər olacaq. Siz bir dözün bir 5 il sonra bir xiyabandan çıxın, baxın, görün nə ittifaqa düşəcəkdir ki, heç biz qəbul eləmədiyimiz formada gedəcəkdir qabağa. Bu xasiyyəti camiədir. Mən ona görə bu cürsünə deyim, baxın, xanımların nisbət dərdə dayanmağı ağalardan yuxarıdır. Bunu barha azmayış eləyiblər və deyiblər. Məsələn, qüdrət təhlilləri yuxarıdır ağalara nisbət. Kar hünərdə yuxarı gedə bilirlər. Hətta rəhlərin məsələn təşxisində azmayışatda xanımlar çoxtər rəng eləyə bilirlər təşxis versinlər. Ya طول ömürləri, müqavimətləri daha yuxarıda ağalara görə. Əslən niyə o babətdən biz əgər haqqın ya Tanrının böyüklərin zilvəsin, afəridəgar, afəridən, yaratmaq, yaradıcı bülaq onu kimə veribdi? Əgər kişi ilə xanımın arasında, erkək ilə dişinin arasında təmayüzü, təb'izi qail olubdu, xanımın nəfin olubdu. Yəni o yaradıcılığı, o yaratmağı xanıma veribdi. Hətta bəzi mövcudlar vardılar bu dünyada ki, بدون nəqşi, huzuri, məsələn, erkək də eləyə bilirlər, uşaq tövlid eləsinlər özləri maddi bir tənhayi, yəni müənnəs xanım tək başına bu işi görə bilir. Pəs bu göstərir ki, Allah böyüklərin zilvəsi ki, yaratmaqda xanıma bağışlayıbdır. Da bundan yuxarı nəmin olacaq? Amma bu məzlum qalıbdır, bu xatirə bu işi keşməkişlər olubdur, zurguylar olubdur və mütəəssifanə dediyim kimi biz məsələn baxırıq görürük ki, şair xanımlarımızın nəqşi dediyim kimi, əlbəttə bu dediyim kimi də neçəsə təkrar elədim ha bu günlərimdə. Bu Səfəvi dövründən qabaq xanımların huzuru vardı, şeirdə vardı. Biz Cəlal xatun məsələn Səmərqəndiyə, Ayşe Müqərrəbə həsdi, Natəvan xanım, bilmirəm, Ayşe Səmərqəndi, əlbəttə Natəvan xanımı müasir cərh nəzərdə tutaq. O ki mən çoxtər Səfinəyə Təbriz kitabında şairanə zənnən xanım şairlərindən ad aparıbdı. Məhəmməd ibn Məsud Təbrizi ondan istəyirəm ad aparam ki, orada biz görürük ki, çoxlu məsələn Xətibi Gəncəyinin qızından ad aparıb kişilərlə bərabər bu şeir deyirlər, gedirlər qabağa. Amma Səfəvi zamanında bu aradan gedir. Azərbaycanda bu cür deyil. Azərbaycanda böyük nəqşi var idi bunun. Və o qədər hörməti vardı ki, birdən savaş olurdu. Xanım əgər gəlsəydi, yaylığın başından açıb assaydı yerə, kişilər başlarını salıb gedərdilər. Gərək qəbul eləyirdilər. Bu nəqşi xanımı göstərirdi. Adı aparanda burada bu cür deyərlər. Deyərlər Nigarın oğlu, Saranın oğlu, Həcərin qızı, məsələn. Ya biz görürük müasir şairlərdə Məhəsti Gəncəvidən, Pərvin Etisamlıdan, bilmirəm, Aşıq Pəridən, Xurşid Banu Natəvanda. Siz bu görə bilmirsiniz. Fars məntəqəsində lap qədimi məsələn biz deyək bu şairlərdən ad aparıb Əsədi Tusiyin kitabında. Biz orada xanım görmürük. Rahat Sudurda görmürük. Tarixi Beyhəqidə görmürük. Lübbabul Əlbabda da hətta ad aparıbdı türk şairlərindən. Kaşqarinin məsələn qızın ya Ayşe Məqriyyədən məsələn ad aparıbdı. Bu sürünür gəlir və biz görürük ki, indiki nəqşi nə qədər gizli qalıbdı, nə qədər örtüyü altında qalıbdı və nə qədər iş çətindir. O ki, çərşaba ya çadır, şəb kəsən farsi bir kəlmədir. Bunun tarixinə də baxanda bu elə Yəhudiyyətdə də var idi, Sasanida da var idi. İslamda da sonra vücuda gəlibdi və idamə tapıbdı
ta bu günə gəlib. Yəni bütün dinlərdə və fərhənglərdə də bu nəqş var idi. Bu Təxti Cəmşiddə hərdən işarə edirlər, o pillələr çıxırlar başlarında bu cürsünü örtüblər, ağızlarını niqab kimi örtüblər. Onlar xanım deyirlər, qahən deyirlər, xanım vardı, gəlin mən sizə isbat edeyim. Onlar xanım deyirlər, onlar bərəncə nəfəsləri ote alud eləməsin, kişidirlər. Hətta neçəsini mən yaxından qabaqsan əkslərin qoymuşam ki, buğları vardı. Yəni buğ və səkkəlləri kamilən o örtüyün altında görsənir. Ya Yunanlılara baxanda məsələn Dariuşu təsvir eləyiblər rokoko şəklində, biz görürük ki, eynən o şəkildə libas geyib. Yəni başını örtübdü və ağzını örtübdü. Pəs bu nişan verir ki, onlar xanım deyirlər. Bu cəmi söhbətləri idi ki, mən bu günlərimi istirdim deyəm. Hun zamanından, Hun türklərindən, Sumer türklərindən ta Uğuz xanımlarına can xanımların insani fəzilətləri var idi. Ehtiramamiz baxılırdı belərinə. Şükuhları var idi, savaşçı idilər, kişi ilə bərabər idilər, şəhamətləri var idilər və bütün nəqillərimizdə, ədəbiyyatımızda vəfadar idilər, pak idilər, məhəbbətləri var idilər və heç vaxt işrətbaz kişilərin cövlanqahları olmayıblar, həvəsbaz kişilərin cövlanqahları olmamışdılar. Bu zaman istir ki, qeydə öz tarixin, öz caygahın, öz yerin tapa bilə və əgər biz tarixi mürur eləyəndə bu köməkliyi eləyə bilirik ki, bu baziyabiyə, yenidən ehyiyə, dirilməyə köməklik eləyə bilirik. Bu Clubhouse-da bu yoldan idi, bu şivədə gedib qabağa. Müxtəlif zamanlar, müxtəlif mübarizələr aparıblar. İndi də bu mübarizə gedir qabağa. Hər şəkildə bu gedib yolunu tapacaqdır və bəlkə dediyim kimi bu eləyə bilər bir yolu aça köməklik eləyə. Mənim sözüm qurtuldu. Əgər sual olsa xidmətinizəyəm, olmasa xudahafizlik eləyək. Çox təşəkkür edirəm Dühdür Rəhim bəy, Ağbayraq cənabları. Mən hörmətli Suheylə xanım biraz bilirəm ki, cəsaləti var. Sualın tərh elədim. Ehtimalən cavablarını aldılar. Əziz Elmirə xanım gəldi. Jalə xanım bir dənə dislike qoyusuz. Bilmirəm nədən. Bizim 3-4 Cavab dəqiqədən çox. vermədilər. Fikir edirəm Sayın Döhtür bəy ona cavab vermədilər o suala. Ona görə Jalə bəli. xanıma cavab vermədilər ehtimalən. Sonra əziz Aylar xanım gəliblər. Mən hamısını dəvət elədim ki, isteyicidə olalar qadınlarımızdan. Bəziləri şəraitdə bəlkə düzdəydi, isteyicə gəlmədilər. Ağzınıza, ürəyinizə sağlıq olsun. Hər nə biləxərə şayad intiqadi məsail də var idi, amma otağımızın vaxtı qurtuldadır, fikir eləmirəm daha yetirək. Amma bəlkə qadın məsələsinə görə yenə sizin mütaliənizdən biz biraz bir istifadə aparaq ay Döhtür. Bilmirəm, hansı xanımlarımızdan istəyirlər bir buyurun Jalə xanım. 2 dəqiqəlik vaxtımız var. Bir dəqiqə. Mən təşəkkür edirəm. Həqiqətən çox sağ olasınız. Zadın yarısında yetirmişdim. Amma təşəkkür edirəm və ürəyim istəyir ki, bu günlərim qadınların bugünkü məsələsindən danışaq. Şayət köməklik eləyə hamımıza. Təşəkkür edirəm. Çox yaşayasınız əziz Elmira və əziz Aylar. Sizdən bir səs eşidəcəyik ya mən mayka axır söhbətləri yenə verim. Tamam. Heç mayka görmürəm. Ay Döhtür bir təmənnam ol əzizim Elmira buyur canım. مرسی عذر istəyirəm. Salam arz edirəm əziz dostlar. Kimyacan mersi dəvətiniz üçün. Əziz dostlara hər vaxtınız xeyir. Mən bu gün otağı əldən verdim, vəli zəbt olar hətmən və eşidərəm. İstədim bir uzxay eləyəm ki, eləyə bilmədim bu gün qatılan, vəli gələn serilər hətmən xidmətinizdə varam. Çox sevindim yenə siz əzizləri burada gördüm. Ümid edirəm ki, hamı otaqlarda bərabər baham olaq. Be xüsus qadın otaqlarında ki, çox mühüm məsələdir və bizlər üçün çox şayad bu günlər hamımız ya keçən günlərdə basqartında qalmışıq, məruz qalmışıq və onlara görə hətmən danışaq. Vəli bu bilirəm ki, çox gözəl otaqdır və hətmən eşidərəm. Mersi sizlərdən ki, bizlə bərabərsiz hər zaman. Çox sağ olun. Kimyacan səndən də təşəkkür edirəm. Əziz ustadımızdan və hamı dostlar, hər vaxtınız xeyir. Çox sağ olun. Mən də səndən təşəkkür edirəm. Əzizim Aylar buyur canım. Mən də həm sizlərdən Kimya xanım, həm Məhnəz xanım, həm Ay Döhtürdən ki, təşrif gətirirlər, vaxtlarını qoyurlar və bildiklərini bizimlə paylaşırlar.
Təşəkkür edirəm. Sağ olun ki, vaxt qoyursunuz, yaşayasınız. Çox təşəkkür edirəm dostlar. Ay dötüründə Telegramımızda bir dənə mövzunu qoyubsuz. Bu millət məsələsinə görə 24-cü otaqda elə bir yazıbsınız. Bizim 22-ci otağımız sona çatır. Əgər olsa, zamanınız olsa 23-cü otağımızı bəlkə müasir qadına görə də əlbəttə qalıbdı siz nə cür məsləhət görəsiz və əslən bərnamə rizilərinizdə olsa əgər bir buna moriddə müasir, yəni bugünlük məsalimizə də görə sizlə bir ittilat alış-veriş eləyək, əgər məsləhət görsəz. Dostlardan da biri əl qozub, çox üzr istəyirəm, otağımızın kamil vaxtı qurtulubdur, bəlkə də elə bir dəqiqə də izafədən Dötür Rəhim bəyi saxlaya bilək burada. Hər vaxtınız xeyrə qalsın, Dötür Rəhim bəyi eşidəcəyik, hər zaman üçün bir şeirlə də otağımız bağlayacaq. Buyur Dötür, Məhnaz xanım sizinki fərmayışınız olmayacaq, ya Dötür bəy danışsın, sizdən eşidək qısa. Buyurun ay Dötür. Xeyr, ərzim yoxdur. Həmidə xanımı çağırıram üstə qadın olaraq huzurları olsun. Əgər də danışa bilməsələr də həddəqəl huzurları olsun. Aha, tamam. Həmidə xanımı mən də sadətim tanışlığa yox idi. Gəlsinlər, əlbəttə mən Həmid oxudum, üzr istəyirəm. Tamam, ay Dötür, buyurun. Bir zaman mən karikatur klaslarım var idi. Fərz edin məsələn 20 il bundan qabaq. Və orada bu söhbətləri klasda işləyə-işləyə mən uşaqlarla gedərdi bu söhbət. Özü də xanım idilər. Və inanın ki, hamıdan da çox müxalifə bu hüquq zənən o zaman xanımlar idilər. Yəni mənə qarşı gələrlər ki, yox, xanım gərək oturur evdə uşağına yetişə və mən görərdim ki, nə qədər cəmiə öz haqqına qarşı nə deyim, adapte olubdur, həmahəng olubdur. Xoşbəxtçilik buradadır ki, indi o cursuna deyir. Qandı deyir ki, əgər biz özümüzə ehtiramı yaddan çıxartmasaq, heç kəs onu yaddan çıxarda bilməz. Və bu bizik ki, icazə veririk bir məsələn, mənlə nə cür rəftar eləsinlər. Xanımlar bu qənaətə xoşbəxtانه yetişirlər ki, onlarla insani bəxurd olunsun, eyni bir kişi kimin heç fərqi yoxdur. Və bu günbəgün görürük ki, təhsil almaqlarında və ictimai şuurlar sahib olmağında ya məcazi fəzada huzurlarında bu görsənir. Nigaranıq ki, xub bir miqdar əyri gedir. Şayət bir cələsə bu moriddə söyürdüm danışam, amma müasir üçün bəhs olanda bir ucu mən oluram, bir ucu hakimiyyət olur və feilən istəmirəm ki, hələ bu tarixi bəhslərdən çox tər çıxam eşiyə. Ona görə inşallah o birisi xanımlardan dəvət eləyəsiniz, bu moriddə danışarlar. Bu iki biz Ayı Pezeshkiyanla bir müsahibə olmuşdu, Millət Azərbaycan demişdi Ayı Danışçuya. Onun qarşısında nə qədər söhbətlər olmuşdu ki, burada fəqət bir millət var. Çünki müşəxəsdir ki, millət moridində heç bilmirlər və bilmirlər ki, dil özü bir dənə tərif milliyyət ya millətdir həmişə. Nə bu mane bir kişvərin məsələn milləti, coğrafiya, siyasi bir ayrı bir bəhsidir. Moriddə də inşallah gələn cələsə ya ondan sonraki cələsə həttəmən danışarıq. Hamınıza yaxşı gecə arzu edirəm və ümidim budur ki, bu yolda hamımız birlikdə gedək. Elə bu iki Kimya xanım ya Məhnəz xanım ya Jalə xanım burada vardılar. Bu söyündürücüdür. Bu göstərir ki, bu xanımlar indi oturub bir dənə yüngül bir seriala ya dedikodu deyərlər də o bəhsdən gəlib bir ciddi bir bəhsdə düşüb və bu cür çalışmaqları bu çox söyündürücüdür və bir iki xanımlar yox hamısı bir rədifdə gedirlər. Bu onun tənaquzun isbat edir. İsbat edir ki, xanımlar da bu nəticəyə yetişiblər ki, gərək öz haqlarına və hətta o biri məsailə, məsələn, siz bu cələsədə orada xanım danışırıq. Qabaqçı cələsələr biz bütün tarixdən və çox peçidə təxəssüsü bəhslərə varid olmuşuq. Orada huzurunuz vardı, müdiriyyət eləmisiniz. Bu söyündürücüdür. Təbrik edirəm. Yaxşı gecəniz olsun. Sağ olasınız. Siz də çox sağ olun, əlinizə, ürəyinizə sağlıq. Allah hər zaman sizə zehin açıqlığı versin. Hər zaman oxuyasınız, yazasınız və bizlə də paylaşasınız öz bildiklərinizi. Xanım Jalə Təbrizidən əziz, çox zəhmət çəkiblər. Təşəkkür edirəm. Sərkar xanım Suheylə Əzizidən bizim mədəni fəalımız və əziz xanım Döktür Elmira Nozuhuridən, xanım Aylar Ərçidən dünyalarca təşəkkür edirəm ki, isteyicidə oldular. Qadın isteyici oldu. Məhnaz xanıma axır söhbətləri verək, bir şeirinə otağı yığışdıraq. Mən də təşəkkür edirəm hamımızdan. Əliz qolunuz var olsun. Jalə xanım, sizdən dünyalarca təşəkkür edirəm ki, dəvətimi qəbul elədiniz, gəlib təşrif gətirdiniz. Məhnaz xanım, axır söz sizdə.
Çox sağ olasınız. Mən də sadəcə təşəkkür edirəm ürəkdən, qədrdanam. İzzətli, bərəkətli ömrünüz olsun, çox yaşayın.